2017-ci ildən etibarən isə Ruf Akademi olaraq fəaliyyət göstəririk. Daha çox top universitetlərə, daha çox azərbaycanlı gəncin getməsinə kömək edirik. Ruf Akademinin yaranma ideyası hardan gəldi tam olaraq? Steve Jobsun məşhur qaydası var da ki, nöqtələr arxaya doğru baxaraq birləşdirilir, önə doğru baxaraq birləşdirilmir. Xaricdə təhsil qurumunun təcrübəsinin olması nə qədər əhəmiyyətli? O həmin know-how yoxdur da ki, belə yazsan Harvard sənə qəbul verəcək. Sizcə xaricdə təhsil almaq istəyən bir gənc bu yola necə başlamalı? Yəni faktiki mən bunu eləmişəm. Mən gəlib burada menecment oxusam, özümün media şirkətimi quraram. Hansı məktəbdən kənar fəaliyyətlər daha prestijlidir? Bizim ailənin büdcəsi filan kəsin büdcəsi qədər deyil. 30 yaşında həkim olmaq üçün 16 yaşında nə etmisən? Sən bu gedişatda nələr öyrəndin? Burada SC-nin önəmi nə qədərdir? Orada əgər 30 dənə çox yaxşı namizəd olsa belə, ola bilər ki, onların 10-unu kəssinlər. Məktub o fürsətdir ki, sən onu o mesajı verəsən ki, səni fərqli eləyən nədir? Ümumiyyətlə bu qanunsuzdur. Universitetin gözləntisi odur ki, müəllim və ya o imzalayan tərəf özü imzalasın. Qəbul məktubu oxumuşdum ki, oğlan universitet müraciət pulunu ödəmək üçün, application fee-ləri ödəmək üçün ofisiant işləyibdi. Mən yaxşıyam, amma dəstək tapa bilmədim məsələsi çox çətindir indiki anda. Mən ümidliyəm ki, ölkəmiz və dünya daha yaxşı yerə gedəcək. Salam əziz dinləyicilər. Bugün çox maraqlı, bir o qədər də dəyərli bir qonağımız var. Ruf Akademinin təsisçisi, təhsil eksperti və yüzlərlə gəncin uğur yoluna işıq tutmuş insan Rüfət Hüseynzadə bizimlədir. Rüfət müəllim illərdir ki, həm IELTS və SAT hazırlığında, həm də xaricdə təhsil üzrə yüzlərlə tələbəyə dəstək olan bir mütəxəssisdir. Onun qurduğu Ruf Akademi artıq Azərbaycanda bu sahənin öncülərindən biridir. Bugün biz onun hekayəsini, akademiyanın yaranma səbəbini, gənclərin qarşılaşdığı problemləri və bu yolda necə irəliləməli olduqlarını danışacağıq. Gəlin, başlayaq. Salam Rüfət müəllim, xoş gəlmisiniz. Öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Salam Tunar, təşəkkürlər dəvət üçün. Sənin kanalında olmaq xoşdur. Çox təşəkkür edirəm. Rüfət müəllim, sizi burada görmək böyük bir sevincdir. Məncə çoxları sizin hazırki fəaliyyətinizi tanıyır, amma sizi bu yola gətirən hekayəni bir çox insan bilmir. Mən özüm də hər zaman düşünürəm ki, insanın bu qədər gəncin həyatına toxunubsa, bu qədər dəstək olubsa, deməli arxasında böyük bir yol var. İstəyirsə də bəlkə buradan başlayaq. Yəni öz təhsil və karyera yolunuz necə başladı? İlk addımları necə atdınız? Təşəkkürlər Tunar, xoş sözlərin üçün. Bu sənin təvəccühündür. Mən o qədər ciddi uğurlar olduğunu düşünmürəm. İnşallah ki, hansı şagirdlərə, tələbələrə kömək edəyib. Mən Bakı Dövlət Universiteti məzunuyam. Davamında oxuduğum dövrdə müxtəlif işlərlə məşğul olmuşam. Həm fərdi müəllim kimi çalışırdım, tərcüməçi kimi çalışırdım, qaid kimi çalışırdım, bələdçi kimi çalışırdım. Yəni bir tələbənin humanitar sahədə oxuyan bir tələbənin pul qazana biləcəyi hər şeylə, ofis menecer işləmişəm, resepsiyon işləmişəm. Bir tələbənin qazana biləcəyi hər şeylə məşğul olurdum. Davamında elə gətirdi ki, bir müddət korporativ sahəyə girməyə çalışdım. Orada mən heç kəs işə götürmədi. Bir 300-dən çox yerə CV göndərmişdim. Ya müsahibəyə çağırmırdılar, çağıran işə götürmürdü. Və elə oldu ki, həm vaxtdan müəllimliyə davam edirdim. Sonra gördüm ki, o yaxşı alınır. Oradan keçdim fərdi müəllim olaraq. 2017-ci ilə qədər çalışdım. 2017-ci ildən etibarən isə Ruf Akademi olaraq fəaliyyət göstəririk. 6-dan 60-a belə deyək, ingilis dili dərsləri məktəblər üçün, böyüklər üçün SAT, IELTS, AP kimi, TOEFL kimi beynəlxalq imtahanlara hazırlıq, yay məktəbləri, startup dərsləri, research dərsləri, xarici təhsil və qəbul və təqaüd müraciətlərinə komanda olaraq dəstək oluruq. Burada xüsusilə bizə maraqlı olan və yəqin ki, bizim çəkilişin bir qisminə aid olan daha çox top universitetlərə, daha çox azərbaycanlı gəncin bakalavr, magistr, yay məktəbi, MBA dərəcələrinə getməsinə kömək edirik. Burada top 10, top 50, 3 fərqli reytinqə görə QS, Times və Şanxayda olan reytinqlərə görə top 10, top 50, top 100-də olan müxtəlif universitetlərə və digər universitetlərə də getməyinə kömək edirik. Amma mənə sahibkar olaraq xüsusilə daha maraqlı olan, daha rəqabətli və daha girilməsi çətin olan yerlərə daha çox azərbaycanlı gəncin getməsi, təhsil alması, bir qisminin orada qalması, bir qisminin isə ölkəmizə qayıdıb yerli ekosistemə fayda verməsidir. Bəli, sizin də dediyiniz kimi onsuz hər kəsin də Ruf Akademinin bu sahədə öncü bir yer tutduğunu hər kəsin xəbəri var onsuz və bunu yaranmasında elə səbəbkarı deyək sizsiniz. Bizə bu daha çox maraqlıdır ki, Ruf Akademinin yaranma ideyası hardan gəldi tam olaraq? Yəni çünki bu Azərbaycanda xaricdə təhsilə yönələn bir şirkət yaratmaq həm böyük bir ümid, həm böyük bir çətin və cəsarətli bir yoldur. Buna necə qərar verdiniz ki, başlayaq bu yola və Ruf Akademini yaradaq, belə edək? Burada məncə əsas məsələlərdən biri budur ki, mən desəm ki, 2017-də biz başlayanda Ümid müəllimdən, Əlibaba müəllimdən bu indi gəldiyimiz nöqtəni görə bilirdim. Bu yalan olar və ya özümüzü şişirtmiş olarım. Yəni o qədər vizioner olduğumu düşünmürəm. Amma burada məsələlərdən biri budur ki, Steve Jobsun məşhur qaydası var da ki, nöqtələr arxaya doğru baxaraq birləşdirilir, önə doğru baxaraq birləşdirilmir. Məşhur Stanford çıxışında. Yəni biz başlayanda kiçik bir komandaydıq. Biz başlamışdıq ingilis dili və IELTS dərsləri ilə. Orada prosesin gedişində tələbələrin, valideynlərin bizə gələn istəkləri və bizim özümüzün araşdırma nəticəsində biz part
portfeli artıra getdik. Yəni məktəblər üçün ingilis dili, xarici təhsil, SAT, TOEFL bunlar zamanla bir neçə il içində bizim xidmətlərin içinə daxil olmağa başladı. İlk dəfə başlama nöqtəsi isə o idi ki, biz kiçik bir və ya 2 otaq kirayə eləmişdik bir təhsil mərkəzinin içində və elə bir nöqtəyə çatmışdı ki, bizim tələbələrin sayı təhsil mərkəzinin tələbələrinin sayından artıq çox olmağa başlamışdı və onları narahat eləyirdi. Ona görə 2017-nin artıq may-iyun aylarında qərar verdik ki, biz artıq şirkətləşək və iyul ayında artıq onda ilk dəfə Jale Plazada öz ofisimizə keçdik. Burada məncə əsas məsələlərdən biri odur ki, həmişə öz кейsimizi danışanda dediyim odur ki, etaplı getmək lazımdır. Yəni birdən-birə bütün makro şəkli görməyə çalışmaq və ya bütün makro planı görməyə çalışmaq. Ən azı mənim halımda bəlkə kimlərsə eləyə bilər. Mənim halımda real deyildi. Biz etaplı şəkildə əlimizdə nə varsa onları yaxşı eləyərək, insanlara yaxşı xidmət verməyə çalışaraq eləyib, onun yanına nələr əlavə edə bilərik, o şəkildə davam eləmişik. Gəldiyimiz 8 ildə bu il 8-ci ilimiz tamam olur inşallah bir neçə ay sonra. Gəldiyimiz nöqtədə tamam hamımız kosmosa getmək istəyirik ya da hamımız nə bilim kəşf eləmək istəyirik, amma indiki anda əlimizdə olan resurslar və fürsətlər, imkanlar, komanda, maddi imkanlar, vəziyyət nə imkan verirsə o şəkildə etaplı getməyə çalışmışıq. Çox təşəkkür edirəm. Bu sizin dediyinizdən başa düşülür ki, çox çətin və uzun bir yol olub. Burada böyük ehtimal elə bir çox çətinliklər yaranıb. Bu gün arxaya baxanda sizin ən böyük çətinlik olaraq gördüyünüz hissə nə olub və ən çox qürurlandırıcı olan hissə nə olub? Yəqin ki, ən çətin bir neçə şey çətindir. Bir insanları ölkədə case olmayan şeyə inandırmaq indiki anda yox, amma bir neçə il qabaq çətin idi. Çünki hansı ailə və ya valideyn tələbə gələndə ki, şərti deyirəm mən Türkiyəyə getmək istəyirəm və ya nə bilim tutaq ki, Çexiyaya getmək istəyirəm və o uşaqda mən görəndə ki, o uşaq top 10-luq, top 20-lik potensialı var, amma bunun üçün 6 ay, 1 il, 2 il efor qoyması lazımdır. Orada insanları inandırmaq çətin idi, çünki əldə case yox idi. İndiki anda bu çox daha rahat hala gəlib, çünki biz tələbələrimizin şəxsən adını çəkib onların bunu edə bildiyini və faktiki şagirdin də bunu edə biləcəyi ilə bağlı nümunələr verə bildik. Həmin dövrdə əlimizdə elə bir case yox idi. Yəni biz deyirdik ki, eləyə bilərik, amma deyəndə ki, bəs kimdə eləmisiniz və ya hansı şagird var bununla bağlı cavab yox idi. Yəni 2019-a qayıtsaq, biz ilk dəfə Michigana bizim tələbəmiz Cavid var idi. Məsələn, onun anası bizə güvənəndə bizim əlimizdə Cavid öncəsi deyə bir case'imiz yox idi. Cavid bizim top 20-də olan ilk dəfə qəbulumuz olanda, o dövrdə biz elə bil orada belə demək mümkünsə xəyal satmışdıq. Yəni çünki mümkündür, Cavid eləyə bilər, bizim komandanın buna fürsəti ola bilər, imkanı ola bilər, amma faktiki var idimi? Yox idi. Davamında artıq digər top 10-dan, top 20-dən, top 50-dən qəbullar gələndən sonra bu artıq biz rahat indi hansısa bir valideyn soruşanda uşaq Cambridge-ə girə bilərmi? Biz deyə bilirik ki, falan hallarda girə bilər. Oxford-a girə bilərmi? MIT-yə girə bilərmi? Nə bilim Columbia-ya girə bilərmi? Bunun halında indi fərqli tələbələrimizin кейsləri var və əlimizdə ona uyğun ekspertiza var. Yəqin ilk məsələ bu idi. Həm öz daxili komandamızı inandırmaq, həm qarşımızdakı insanları və valideynləri inandırmaq. Burada ikinci məsələ yəqin ki, mənim anladığım bir çox sahələrdə bu problemdir. Xidmət sektorunda və təhsillə, xarici təhsillə məşğul olan komandanın halında bir də komandanı qorumaq özü çətin məsələdir. Çünki komandamız şirkətin daxilində müxtəlif qəbullar, təqaüdlər, universitetlər nəticəsini görür və özləri də həvəslənirlər. Bu təbii prosesdir. Bizim indi komandanın müxtəlif dövrlərdə bizlə çalışan yoldaşların ondan çox ölkədə yaşayır. Yəni Amerikada, İngiltərədə, Almaniyada, Çexiyada, Polşada, dünyanın müxtəlif ölkələrində, müxtəlif dövrlərdə bizlə çalışmış yoldaşlar var ki, həyatlarının bir dövründə qərar veriblər ki, mən həmişə bizim yoldaşlara deyim ki, biz o ölkələrlə rəqabət apara bilmərik də. Bizim komanda yoldaşlarımız Bakıda başqa sahəyə keçirlərsə və ya bizim başqa həmkar dost şirkətlərə keçirlərsə bu bir məsələdir. Bir də var ki, adamlar ölkə dəyişirlər. Orada yəqin ki, bizim sektorda ikinci çətin, ən az mənə çox çətin gələn məsələlərdən biri komandanı qoruyub saxlamaq nöqtəsidir. Üçüncü nöqtəyə də gəlsək, bu yəqin ki, komandanın inkişafı ilə bağlıdır. Çünki ölkədə ən azı humanitar sahədə, bizim sahədə, müəllimlik sahəsində olan əvvəlki illərdə bu daha çox idi ki, tələbələrin təhsil planlamaları çox da yaxşı olmurdu deyə onların həm dil bacarıqlarının inkişafı, həm sertifikat portfelinin KT, TESOL, CELTA, IELTS sertifikatlarının olmaması bu zaman dilimi alırdı ki, biz onları 6 aya, 1 ilə yaxşı kvalifikasiyalı hala gətirməyə çalışırdıq. Burada da bəzən bir ilin tamamında hansısa yoldaş ayrılırdı. Elə alınırdı ki, biz bütün prosesə efor qoymuş olurduq və davamında getmiş olurdu. Ya ölkə xaricinə gedirdi, ya başqa sahəyə keçirdi və ya başqa quruma keçirdi. Bu nöqtədə yəqin ki, mənə 8 ildə çətin gələn məsələlər əsasən bu üçü olar. Siz əvvəl dediniz ki, bu Ruf Akademinin yaranmasının əvvəlki illərində bir qədər təcrübə yox idi, təcrübəsiz idiniz. Artıq 8 ildir bu inkişaf edir və böyük bir təcrübəniz var, böyük bir belə datanız var deyək, ekspertsiniz artıq tam. Siz bu təcrübəsizliklə təcrübəni xaricdə təhsil sektorunda fərqləri necə hiss olunur? Bir məsələn xaricdə təhsil qurumunun təcrübəsinin olması nə qədər əhəmiyyətlidir? Məncə çox əhəmiyyətlidir. Yəni zaman dilimi ərzində yaranan təcrübələr, əvvəl bilinməyən nöqtələr, kor nöqtələr. Mən həmişə fikirləşmişəm ki, məsələn 2018-də, 19-da qarşımıza çıxan uşaqlar, təbii ki, burada müxtəlif faktorlar var ki, biz onu dəyişə bilmərik. Keçmişlə bağlı kəşf deməyi çox da xoşlayan biri deyiləm. Amma ümumilikdə ekspertiza nöqtəsində düşünürəm ki, həm o uşaqlar bizim indi qarşımıza çıxsaydı,
ehtimal ki onlar çox daha yaxşı yerlərə biz onlara, yəni həmin dövrdə şərti deyirəm 30-cu yerdə olan yerə bir adama qəbul almışıqsa biz həmin dövrdə bizim mümkün maksimumlardan, demək ki o case üçün mümkün maksimumlardan biri imiş top 30-a girməsi. Amma o şagirdlə biz indi məşğul olsaq ehtimal var ki o top 10-a, top 15-ə girə bilər və ya kimsə top 100-ə girmişsə indi ola bilər top 50. Yəni bu mən iddia eləmirəm ki biz hamının case-ində belə eləyə bilərdik, amma çoxlu fərqli adamlar olur ki, onlarla fərqli tələbələrimizlə görüşəndə, Raul var idi bizim tələbəmiz. Biz ondan Warwick-ə qəbul almışdıq. O indi artıq 2-ci kursda Amerikada magistr oxuyur, amma bakalavrı Warwick-də oxumuşdu. Yəni məsələn Warwick-ə qəbul almışdıq. Həmin dövrüm üçün əla idimi? Əla idi. Raulun ailəsi xoşbəxt idimi? Xoşbəxt idim. Amma mən düşünürəm ki, Raul tutaq ki biz indi görüşsəydik və ya keçən il görüşsəydik, biz bəlkə də Raulundan UPenn-dən, Kolumbiyadan və ya Berkeley-dən də qəbul ola bilərdik. Yəni o həmin dövrdə əldə olan data və mümkün fürsətlər içində həm komanda olaraq, həm məlumatlılıq olaraq, həm məlumata çıxış olaraq əldə olan кейslərlə düşünürəm ki, əlimizdən gələn ən yaxşısını eləmişdik. Amma o ssenari həmişə ağlımda olur ki, filan kəsin halında başqa cür eləsəydik. Bəzi şeylər elə belə olur da, bu idmandakı fəndlərə oxşayır və ya futboldakı taktikaya falan oxşayır. Yoxlayırsan, bəziləri alınır, daha yaxşı eləməyə başlayırsan, bəziləri alınmır. Yəni məktubu bu cür yazırsan, yaxşı nəticə qazanırsan. Çünki və burada elə belə bir know-how yoxdur da ki, belə yazsan Harvard sənə qəbul verəcək, belə yazsan Kolumbiya sənə qəbul verəcək, belə yazsan Cornell sənə qəbul verəcək deyə bir düstur yoxdur. Sən sadəcə daha çox məlumata çıxırsan, hansısa bir axtarış eləyirsən, oxuyursan, görürsən, yoxlayırsan və ondan sonra qərar verirsən, hə, filan cür onlara maraqlı gəlir, filan cür eləməmək lazımdır, filan cür green flagdir, filan cür red flagdir. Yəni bu zaman dilimi ərzində görsən. Aydın. İşte yəni biraz da gənclərin xaricdə təhsil arzularından danışaq. Mən tez-tez elə həm yaşlarından eşidirəm ki, oxumaq istəyirəm amma hardan başlayım bilmirəm. Dil öyrənirəm amma motivasiyam yoxdur. CV-m, portfolyom zəifdir, məndən heç nə olmaz. Amma məncə çox insanda istək var. Xüsusilə də Azərbaycanda çox istedadlı həm şagirdlər, həm tələbələr var. Sizcə xaricdə təhsil almaq istəyən bir gənc bu yola necə başlamalı? Yəqin ki, müzakirəsiz birinci nöqtə ingilis dilidir. Xaricə gedər, getməz, ölkədə oxuyar, rayonda oxuyar, Bakıda oxuyar və ya harda oxumasa, birinci şey dil məsələsini həll etməsi lazımdır. Yəni bu müzakirəyə açıq bir məsələ deyil və mümkün qədər tez həll etməsi lazımdır. İkinci məsələ, xarici universitetlər ümumiyyətlə bir neçə şeyə baxırlar. Daha aşağı siniflərdə, ta ki 5, bir şagird 5-də, 6-da, 7-də, hətta 8-də oxuyursa, ailənin edə biləcəyi daha çox dillə bərabər dərsdən kənar nə edə bilərə daha çox fokuslanmasıdır ki, bu davamında həm ixtisas seçimində, həm universitet müraciətində kömək eləyə bilər. İndiki dövrdə bu valideynlər əksərən övladlarına xitabən deyirlər, amma burada ciddi bir həqiqət var ki, indiki olan fürsətlər və məlumatlılıq 5 il qabaq, 10 il qabaq, 20 il qabaq, 30 il qabaq yox idi. Həm onda ölkədə olan maddi vəziyyəti, ölkədə olan sosial vəziyyətin faktorları, həm də dünyada bu qədər çox sosial şəbəkələrin inkişafı, texnologiyanın inkişafı, məlumatın bu qədər asan çıxış yox idi. Ona görə indi xaricə getmək istəyirəm deyən bir şagirdin, bir universitet tələbəsinin, da kimsə magistra getmək istəyirsə, kimsə bakalavra getmək istəyirsə, önündəki fürsətlər çoxludur. Burada əsas sual odur ki, sən nə qədər yaxşısan və əgər şəxsi büdcədən oxuyarsansa burada sonsuz fürsətlər var. Təqaüddən oxumaq istəyirsə burada sual budur ki, sən nə qədər yaxşısan. Yəni hansısa bir qurum, yerli və ya xarici qurum, universitet, şirkət, platforma təqaüdü niyə sənə versin? Burada artıq olay biraz rəqabət halına girir və sən hansısa nəticələrlə, hansısa data ilə öz nəticələrini ortaya qoymalısan ki, mən falan şeylərdə yaşıdlarımdan daha qabaqdayam. Ona görə də yaxşı olar ki, mənə dəstək olasınız. Bu nöqtədə ixtisas seçimi ilə bağlı bir dünyanın getdiyi istiqamətlər var ki, bunlar texnologiya ilə bağlı olan istiqamətlərdir, süni intellektlə bağlı, proqramlaşdırma ilə bağlı, data ilə bağlı. Əgər uşağın potensial və marağı varsa, mütləq bunları bu sahədə dərinləşməsə belə bu sahədə məlumatının olması, bir yerə qədər yol getməsi şərtdir. Digər ixtisasda mən özüm diplomatiya oxumuşam. Diplomatiyanı məndən olsa heç kəs oxumasın, amma oxumaq istəyənlər oxuya bilər, amma orada yaxşı olar ki, humanitar yönlərdə daha dərinə, araşdırma yönünə biraz daha getsinlər və onun daha empirik tərəfinə, yəni elmi tərəfinə, data tərəfinə, o analiz tərəfinə dərinləşsinlər. Digər sahələrdən potensiallı sahə, məsələn, logistika kimi çox potensiallı ölkəmizdə və dünyada sahələr var ki, ölkəmizdə çox danışılmır, amma logistikadır, supply chain-dir, procurement-dır. Burada çox ciddi dünyada və ölkəmizdə fürsətlər var. Bundan başqa, məsələn, ölkəmizdə çox da belə no-name deyilən, məşhur olmayan su mühəndisliyi, torpaq mühəndisliyi, hansında ki, dünyada su resursları azalır, ölkəmizdə çox azalır. Bu, məsələn, şərti deyirəm, Mingəçevir su anbarından suyun çıxıb Bakıya gəlib çatana qədər yolda çox ciddi itki olur. Məsələn, bununla bağlı müxtəlif ekspertlərə ehtiyac var ki, bu su yolda necə itməsin, necə çirk azalsın və ya çoxlu orada fərqli suallar çıxır. İndi mən sahibi mütəxəssis deyiləm deyə. Yəni bu nöqtədə burada bir də şeyə baxmaq lazımdır ki, bizim ailədə filan ixtisaslar olub, bizim nəsildə filan ixtisaslar olub. Daha çox dünya indi hara gedir və nəyə gedir? Yəni şərti deyirəm, bu gün 2025-də doğulan bir övlad 2045-2050-də iş bazarına girəcək və 2020-də doğulubsa 2040-larda iş bazarına girə biləcək ən tez halda. 2025-də bu gün etibarilə belə olan bir çox sahələr ya dəyişir,
ya dəyişməkdədir, ya total dəyişibdir. Təzə peşələr çıxıb, bəzi peşələr zədə görüb. Yəni düşünəndə ki 10 il sonra da ki sizin halınızda sizin 15-16 yaşınız var. Siz əmək bazarına ən yaxşı halda 2030-cu illərə doğru girə biləcəksiniz. Yəni indidən oturub o ehtimallara, o o trendə, o ehtimallara baxmaq lazımdır ki, dünya hara gedir və hansı sahələrdə daha çox pul olacaq, hansı sahələrdə daha çox fürsət olacaq. Yəni məsələn blockchain texnologiyası nədir? Biz hamımız Bitcoin olaraq Bitcoin alıb satmaq olar, amma orada arxasında olan texnologiya nədir? O texnologiya necə işləyir? Kontraktlara necə müqavilələrə necə təsir eləyəcək? Ümumiyyətlə o tranzaksiyalara necə yəni orada çoxlu fərqli fürsətlər var ki, bunu da ancaq oxuyaraq, yəni məlumat olaraq problem yoxdur. YouTube-a yazsalar, da ki həm öz dilimizdə, həm ingilis dilində, həm başqa dillərdəki gələcəyin ixtisasları, peşələri, trendləri, həm Google-da yazsalar, fərqli məqalələr, orada bir sürü indi artıq məlumatlar da ola bilər, amma bir 10-15 məqalə oxuyandan sonra, 10-15 videoya baxandan sonra səndə artıq təxmini bir fikir formalaşır ki, hansı sahələrdə daha çox fürsətlər var, hansılara getmək olar, hansılara getmək mənasızdır belə deyək. Təşəkkür edirəm. Ümumiyyətlə həm öz araşdırmamdan deyək, həm də ki sizinlə olan əvvəlki dialoqumuzda belə bir şey demişdiniz ki, bu xarici təhsil prosesi 3 hissəyə bölünür. Birincisi akademik fəaliyyət, ikincisi məktəbdən kənar fəaliyyət, üçüncüsü isə məktublar, esselər, recommendation letterlər və s. İstəyirsə bu artıq bu üçünü hissə-hissəyə bölüb biraz müzakirə ki, həm izləyicilərə aydın olsun, həm də mənə də tam aydın olsun deyək. Akademik fəaliyyətlərdə bir çox akademik fəaliyyət növü var deyək. SAT, IELTS, olimpiyadalar, AP imtahanları, A-level, IB və s. Sizcə bunların necə bir kombinasiyası deyək, tam ideal sayılır? Burada ümumiyyətlə universitetlər bizim ölkəmizdə köhnə TQDK indiki DİM-in qəbul etdiyi məntiqi ilə bizdə əsas bala baxırlar. Yəni ki, sən ta ki, məsələn, yeni bir neçə gün qabaq ballar çıxdı, 300 baldan şagirdlər müxtəlif ballar, buraxılış imtahanı ballar toplayıblar və bunun davamında blok imtahana girib onun nəticəsində bir universitet seçimini eləyəcəklər. Xarici universitetlərdə qeyd etdiyim kimi 3 komponentdir. Ballar, dərsdən kənar fəaliyyətlər və məktublar. Ballar qismində burada IB və A-level bizim milli attestat kimi təhsil proqramlarıdır. Yəni sən hansısa özəl məktəbdə oxuyursansa, ola bilər ki, məktəbin A-level proqramı olsun və ya IB proqramı olsun. Amma sən hansısa bir yerli məktəbdə oxuyursansa, sən yerli attestatla əgər təhsil alırsansa, bunda əksərən sənə lazım olan ballar riyaziyyat və ingilis dilindən ibarət olan SAT və ya ACT var, ölkəmizdə çox məşhur olmayan ACT imtahanı, IELTS və ya TOEFL sənin ingilis dili bacarığını göstərmək üçün lazım olan imtahan. Bir də AP imtahanlar var ki, Advanced Placement. Sən orada fən. Əvvəl SAT subject var idi, ta ki AP riyaziyyat, AP fizika, AP tarix, AP coğrafiya. Sən orada 30-dan çox AP seçimi var. İldə bir dəfə may ayında olur. Məsələn, İngiltərə universitetlərinə foundation olmadan qəbul olmağa kömək eləyir. Amerikan universitetlərində bu üstünlük olur, sən o dərsdən azad ola bilirsən. Həmin fəndən güclü olduğunu universitetə göstərə bilirsən. Bu nöqtədə, yəni əgər şərti deyirəm, hər hansı bir Bakı və ya region məktəblisinizsə, SAT, IELTS ilk növbədə, davamında mümkündürsə AP-dən bir və ya əgər ta ki 8-ci sinifdirsə, 9-cu sinifdirsə, 10-cu sinifdirsə və fürsəti varsa, bir neçə AP alıb o şəkildə akademik tərəfini bağlaya bilər. Bir də burada çox vacib olan 9, 10, 11-ci sinifin məktəb qiymətləridir ki, bəzən şagirdlər prosesdə ya qaçırdırlar o detalı və ya unudurlar. Ortalamanın mümkündürsə əla, mümkün deyilsə yaxşı və ya çox yaxşı olması lazım olur ki, ən azı mane olmasın universitet müraciətində. Təşəkkür edirəm. Bir də ən çox verilən sual deyim, ən çox danışılan mövzu var ki, SAT, IELTS kimi imtahanlara hazırlaşmaq, bu akademik hazırlıqlara başlamağı çox adam düşünür ki, 11-ci sinifdən, 10-cu sinifin sonlarından başlasam kifayətdir və mən hər şeyi çatdıraram. 11-də də qəbul imtahanları belə, daha doğrusu qəbullar prosesində sənədlərimi göndərərəm. Sizcə bu hansı yaşdan belə deyim, artıq həmin akademik hazırlıqlara və ya ümumiyyətlə xarici təhsil prosesinə başlamaq yaxşıdır? Burada məndən soruşsaz ki, ta ki 11-ci sinifdə tanış olduğunuz və yaxşı və ya çox yaxşı yerə qəbul olan tələbəniz və ya tələbələriniz varmı? Var. Bunu məsləhət görürəmmi? Yox. Yəni bu texniki olaraq mümkündür. Yəni məsələn bu il UPN-ə girən bir tələbəmizin halında biz ondan atası ilə universitet müraciətindən və şagirdlə 1 və ya 2 ay qabaq tanış olduq, amma oradakı proses çox belə gərgin, çox çətin, ağır gedir, çünki heç nə yoxdur və çoxlu şey eləmək lazımdır və elə bil orada mənim şəxsi fikrimcə yəqin ki, ideal siniflər 7 və ya 8 olar deyə düşünürəm. 5, 6, 7-nin ümumilikdə şagirdin araşdırmasına fürsət vermək lazımdır. Burada müəyyən qədər proqramlaşdırma öyrənsin, müəyyən qədər riyaziyyat görsün, müəyyən qədər dil görsün, müəyyən qədər hansısa idman növü, musiqi aləti varsa onlara məruz qalsın, görsün və
belə deyək, marağını tapmağa çalışın. 8-ci sinifdə artıq müəyyən qədər gözlənti budur ki, 13, 14, 15 yaş olan bir şagird olacaq. Və arada nə yaxşı anılırsa, əlində hansıları bacarırsa, onlarda biraz daha dərinləşmək. Və burada xüsusən 8-9 siniflərdə akademik olaraq çox yol qət eləmək olmur, sadəcə dil bacarıqlarının inkişafı. Yəni 8-ci sinifdə IELTS-a 7-də IELTS-a başlamağın bir anlamı yoxdur və ya 8-də IELTS-a başlamağın çox da bir anlamı yoxdur. Orada olanları bərk etmək və dərsdən kənar fəaliyyətlərə fokuslamaq daha yaxşıdır. Yəni əgər research paper deyilən araşdırma məqaləsi yaza bilirsə, hansısa bir startap üzərində işləyə bilirsə, fən olimpiadalar burada bir tərəfdir ki, ta ki akademik dərin olaraq sən gedirsən, amma məsəl üçün Azərbaycandan bu Stanforda daxil olan tələbənin halında o akademik çox da dərin deyil. O proyektlərlə, layihələrlə müraciət eləmir. Yəni burada olimpiada bir fürsətdir, bir ehtimaldır, amma müxtəlif layihələr, proyektlər, startaplar, məqalələr, təcrübə proqramları. Burada əsas sual budur ki, qəbul yeri çox az olan universitetlər məhz sizi niyə götürsün? Yəni onlara sizi götürməsi üçün düzgün onlar bet eləyirlər ki, ta ki Tunar 10 il sonra, 20 il sonra öz ölkəsində və ya dünyada çox yaxşı bir yerə gələcək və ya ta ki Rüfət gələcək, gəlməyəcək. Onlara sadəcə göstərmək lazım ki, mən 16 ildə, 17 ildə bunları eləmişəm, siz mənə 4 il akademik təhsil versəz, mühit versəz, ehtimalım var ki, mən daha yaxşı yerlərə gəlim. İndi mən ta ki şərti deyirəm bunu ətrafımdakı 3 nəfərə ingilis dili öyrədərək, riyaziyyat öyrədərək elədim, nə bilim, bir YouTube kanal açaraq 5 nəfər baxdı, buradan həvəsləndi. Yəni fakt ki, mən bunu eləmişəm, mən gəlib burada menecment oxusam, özümün media şirkətimi quraram. Yəni nə bilim, burada 3 nəfərə proqramlaşdırma keçmişəm, gələcəyin Coursera-sını, edX-ini, Xan Akademisini qura bilərəm. Yəni elə bil əlimdəki məhdud imkanla bunu eləmişəm. Siz mənə təhsil versəz, fürsət versəz, ortam versəz, mən gəlib bunları eləyərəm. Bu nöqtədə bu mesajı verməyin də yolu odur ki, 7-dən, 8-dən, 9-dan şagird nələrləsə məşğul olur və əlində belə deyək, portfolio formalaşır. 10-11-də isə sadəcə olanları daha təkmil hala gətirir və artıq akademik olaraq bayaq danışdığımız balları toparlayıb birlikdə müraciət edir. Yəni burada universitetdən asılı olaraq elələri var ki, dərsdən kənar fəaliyyətlərə daha çox fikir verir, ölkədən və universitetdən elələri var ki, daha çox akademik olaraq. Amma istənilən universitet və ya ölkə bu 3 komponentə baxır. Yəni məktuba baxır, bala baxır, dərsdən kənar fəaliyyətə. Bəziləri birinə az əhəmiyyət verir, bəziləri çox əhəmiyyət verir. Bu dərəcə oynaya bilər. Amma ümumilikdə dünyada təhsil üçün Azərbaycandan gedəcək istənilən ölkədə bu 3 komponentin bu və ya digər şəkildə baxılıb götürülür. Onda ideal belə deyək, başlamaq üçün 7-8-də və hətta 5-6-da da başlaya bilərik ki. 5-6 başlamaq deyəndə 5-6 başlanma belə deyim ki, Tunar, o deyil ki, mən uşağı topa göndərirəm və ya 5-6-da uşağa sadəcə təhsili təcrübə eləməyə fürsət vermək lazımdır. Yəni şərti deyirəm, ta ki layihə nədir, komandada işləmək nədir, ta ki hansısa mini elə bir həyatın məktəbdən kənarda olduğunu şagirdin hiss. Yəni mən onu demirəm ki, gəlsin Ruf Akademiya və ya Ruf Akademik kimi hansısa bir şirkətə başlasın SAT hazırlar. Bu məsələ bu deyil. Məsələ odur ki, amma plan və ya həvəs, hədəf ona doğrudursa 5, 6, 7 artıq nələrsə eləmək olar. Yəni ona doğru, necə ki məsələn şərt deyirəm, professional futbolçu olmasan 18 yaşa, 20 yaş çatsan, amma sən 13 yaşında oynamalısan, texnik oynamalısan, taktik oynamalısan. Bu aşağı yuxarı ona bənzər bir şeydir. Yəni o deyil ki, sən oturub SAT hazırlaşırsan, IELTS hazırlaşırsan və ya C1 ingiliscəyə çatmısan, amma sən ona gedən yolda xırda addımlar ataraq o prosesə doğru gedirsən. Kiçik addımların ən son böyük hissəyə çatmaq üçündür. Eynən. Biz akademik fəaliyyətləri haqqında xeyli danışdıq və indi də gəlin məktəbdən kənar fəaliyyətləri bir qədər detallı danışaq. Siz bir neçə hissəni vurğuladınız. Biraz daha dərinliklərini deyək, daha incəliklərini vurğulayaq ki, tam aydın olsun. Məsələn, hansı məktəbdən kənar fəaliyyətlər daha deyim prestijlidir? Universitetlər həqiqətən deyir ki, bu məktəbdən kənar fəaliyyətlər edibsə bu şagird həqiqətən də yaxşıdır, potensiallıdır belə. Burada əsas məsələ budur ki, bayaq dediyim nöqtə çox vacibdir ki, şagirdin əlində hansı fürsət olub və o fürsəti nə qədər dəyərləndiribdi. Yəni əsas məsələ baxdıqları məsələlərdən biri budur ki, ailələr, şagirdlər heç vaxt şey eləməsinlər ki, biz ta ki region məktəbindənik və ya hansısa kənd məktəbindənik və ya Bakı ətrafı ərazidənik. Bizim şərti deyirəm Bakıdakı mərkəzində olan hansısa bir məktəb şagirdi ilə eyni fürsətimiz yoxdur və ya eyni çıxışımız yoxdur. Bizim ailənin büdcəsi filan kəsin büdcəsi qədər deyil. Burada məsələ budur ki, onun əlində 10x var. O 10x-i necə dəyərləndirir? Sizin əlinizdə ta ki 0.5x var. Siz 0.5x-i necə dəyərləndirirsiniz? Universitetdən baxdığım məsələ budur. Yəni sən Gədəbəyin hansısa kənd məktəbindənsənsə, Gədəbəyin kəndində bir şagird nə edə bilərdisə, məktəbin içində və ya çölündə ona baxılır. Sən Bakının özəl ən bahalı məktəblərindən birində oxuyursansa, o məktəbin içində nələr edilə bilərdi, ona baxılır. Burada əsas məsələlərdən biri odur. Bir var dərsdən kənar fəaliyyətlərdən biri. Sən bayaq olimpiyadanı akademik fəaliyyətə saldın. Onlar bunu dərsdən kənar fəaliyyət olaraq görürlər. Çünki akademik olaraq sən lazım olanları deməsən, amma sən informatikadan, riyaziyyatdan, nə bilim, kimyadan dərinə getmək istəyirsən, bu artıq dərsdən kənar
əlavə vaxta əldə edə biləcəyin bir komponentdir. Bunun yanında bu bir məsələdir. Layihə müsabiqələri, startap müsabiqələri məktəb yaşında edilə biləcək. Ta ki, sənin öz layihən var, öz startapın var. Bununla bağlı kiçik bir MVP hazırlamısan, minimal produktu hazırlamısan. Bunu hansısa insanlara belə deyək, təklif etmisən, satmısan, ən azı bir yol qət eləmisiniz komanda olaraq. Müxtəlif BMT modeli simulyasiyalar var, müxtəlif məktəb daxili edilə biləcək layihələr var. Tutaq ki, heyvanlar üçün edilə biləcək hansısa bir dəstək. Siz tutaq ki, məktəb olaraq nə bilim hansısa bir bayramda astronavtlar ailələrə bir kömək eləmisiniz. Sən bu proyektin bir hissəsi olmusan, icra eləmisən, layihənin rəhbəri olmusan. Bundan başqa tutaq ki, sən hansısa bir akademik marağın var, araşdırma eləmisən bundan bağlı, ya özün, ya gedib hansısa bir elmi dərəcəsi olan bir adamdan dəstək almısan, xahiş eləmisən. Yəni burada əsas məsələ budur ki, onlar sənin oxumaq istədiyini dediyin və olmaq istədiyin dediyin adama doğru gedən yolda nəsə elədiyini görsünlər. Yəni şərt deyirəm, sən deyirsən ki, mən həkim olmaq istəyirəm. Tutaq ki, və mənə zəhmət olmasa təhsil çox bahadır, mənə təqaüd verin. Okay, deyirlər ki, həkim olmaq üçün 30 yaşında həkim olmaq üçün 16 yaşında nə etmisən? Yəni sən əgər deyirsən ki, mən hansısa bir həkimin yanında gedib kölgələmə deyilən, yəni şəhidlik deyirlər əvvəllər. Yəni onun əlinə baxmışam, onun yanında durmuşam, kömək eləmişəm, assistentlik eləmişəm, nə bilim biologiya ilə bağlı bir məqalə yazmışam, nə bilim. Və burada məsələ vacibdir ki, çox realistik olsun. Hamı anlayır ki, sən 16 yaşında çox ağır elmi məqalə yaza bilməzsən. Sən 16 yaşında şagird yaza biləcəyi qədər və ya proyektin mahiyyəti, edilən layihənin mahiyyəti elə olmalıdır ki, bunu 15, 16, 17 yaşlı bir şagird eləyə bilsin. Sən marağına görə, tutaq ki, sən proqramlaşdırma oxuyursan, sənin bir portfolyon var, sən 3 dənə proyekt hazırlamısan. Tutaq ki, C++-ı bilirsən və ya nə bilim, başqa bir dil öyrənmisən və orada müəyyən bir kod yazmısan, proyekt yazmısan, o proyekti nə bilim, başqa bir sinif yoldaşın qoşulub siz onunla birlikdə kiçik bir satış eləmisiniz. Yəni burada çox vacib məsələ deyil ki, sən böyük milyonlara, milyardlara çatasan və ya makro bir şey olsun və ya yaşıdların üçün hansısa bir guidebook hazırlamısan, kiçik bir kitabça hazırlamısan, kitab hazırlamısan. Hansını ki bunu burada əsas məsələlərdən biri odur ki, bayaq dediyim kimi sən əlindəki resurslarla, fürsətlərlə nə edə bilmisən və burada daha yaxşı olan odur ki, bir və ya iki dənə əsas digərləri ilə bir dəstəkçi, ətrafda çoxlu şeylər ola bilər, amma yaxşı elədiyin və ya önə çəkdiyin bir və ya iki dənə şey. Necə ki, burada olimpiyada olanda tutaq ki, sən şərt deyirəm, fizika olimpiyatçısansa, fizika ilə bağlı nailiyyətlərin var, bu birdir. Fizika və digərlərinin ətrafına. Eyni şeydə tutaq ki, sən startapçısansa, özünü startapçı olaraq və ya youtubersənsə, tutaq ki, sosial sahibkarlıqla məşğulsansa və ya nə bilim məqalə yazmaqla, yəni bir və ya iki dənə əsas olur, digərləri onun ətrafında olur. Məcbur deyil ki, 10 dənə əsas məşğul olduğun iş olsun. Bir və ya iki olur, digərləri isə onun ətrafında sadəcə dəstəkləyici belə deyək və digər qrupuna daxil olan şəkildə olur. Rüfət müəllim, bəs bu belə deyim, xarici təhsil prosesində məktəbdəkilər fəaliyyətlərdə üstün tutulan bacarıqlar hansıdır? Məsələn, xüsusi bir X bir bacarıq varmı ki, onun olması, həmin bacarığı universitetdə göstərmək yaxşıdır sayılır? Yaxşıdır sayılırdan daha çox universitetlərə bu maraqlı olur ki, sən o prosesdən nə öyrəndin? Yəni ta ki sən deyirsən ki, mən filan qədər video çəkdim, ta ki Tunarın halında. Deyirsən ki, mən 10 dənə YouTube kanalıma video çəkdim. Universitetdə bu tip şeylər maraqlı olur ki, sən bu gedişatda nələr öyrəndin? Yəni çətinliklər nələr idi? Çətinliklərlə necə üzləşdin? Bu tip suallar verirlər ki, hansı çətinliklərlə qarşılaşdın? O çətinlikləri necə həll elədin? Ta ki, nə bilim, atamla danışdım, nə bilim, dəstək aldım, professional dəstək aldım, nə bilim, müəllimdən xahiş elədim. Oturub YouTube-da baxdım ki, necə həll. Yəni burada o lessons learned deyilən öyrənilən dərslər onlara maraqlıdır ki, sən o gedişatda hansı tip çətinliklərlə qarşılaşdın, onlardan necə həll elədin, gedişatdan nələr öyrəndin, indi olsa nəyi başqa cür eləyərdin. Bu tip şeylər maraqlıdır. Yəni ki, onlar sənin hər şeyi dörd-dörtlük eləməyini gözləmirlər. Amma gedilən yolda özünə çönüb baxa bilirsənmi, onlara maraqlıdır ki, sən nələr öyrəndin, nələri başqa cür eləyərdin, nələri dəyişərdin. Bəzi universitetlərə, tutaq ki, Harvard kimi universitetlərə həm də şey maraqlıdır ki, sən prosesdə rolun nə idi? Yəni orada sən öz liderlik bacarıqlarını önə çəkmən onlara daha maraqlıdır ki, layihəni mən idarə elədim, komandanın rəhbəri mən idim, hamını mən bir yerə yığdım, ideya mənim idi. Bu tip şeylər onlara daha maraqlı gəlir. Elə universitetlər var ki, sən çox mən desən onlara çox da maraqlı gəlməz. Onlar hamımız qardaşıq modunda, hamımız dostluq modunda. Məsələn, Berkeley kimi universitetlərə sən desən ki, mən getdim, mən elədim, Berkeley səni götürmə. Berkeley daha maraqlıdır ki, biz birlikdə elədik, sağ olsun mənim dostlarım, biz yığışdıq, komanda olaraq getdik, falan şey çəkdik, falan şey hazırladıq. Ona görə burada çox vacib detal elə yaxşı yeri gəlmişkən deyim ki, universitetin, xüsusən top universitetlərdə universitetin özünün belə deyək, xarakteristikasını öyrənmək lazımdır. Yəni elə universitetlər var ki, akademik dərin gedirlər, elələri var ki, daha dünya insanı hazırlayırlar, elələri var ki, daha çox bir iş insanı hazırlayırlar, biznesmen hazırlayırlar. Universitet nə gözləyir? Ola bilər sən əlində 2 dənə komponent var. Birinin halında sən akademik tərəfini daha ağır önə çəkərsən universitetə müraciətdə, digər universitetə müraciətdə isə öz startap tərəfini. Çünki onlar startapa daha çox diqqət edirlər, bu tərəf isə akademik tərəfə. Yəni ona görə o universitetləri də araşdırıb sadəcə eyni şablon
müraciəti 30-40 yerə göndər. Orada biraz müxtəlif yerlərdə hansısa bacarığı və ya o supplemental essay, məsələn Amerika Universitetinin halında dəstəkləyici məktublarda o digər bacarıqlarını da onlara göstərmək vacib ola bilər. Biz sizin də dediyiniz kimi bu bizdən suallar soruşurlar, bu fəaliyyətlərdə nələr öyrəndik, hansı çətinliklər oldu. Bunları onlar necə öyrənirlər? Yəqin ki, essaylərlə, məktublarla, essaylərlə. Orada o universitet müraciətində bir sizin göndərdiyiniz CV-niz olur, sizin göndərdiyiniz ana məktublar və dəstəkləyici məktublar olur. Bir də digər insanların sizin haqqınızda verdiyi rekomendasiya məktubları olur. Orada fərqli suallar olur. Universitetlər soruşur ki, bir şablon suallar var. Niyə sən, niyə bu ixtisas, niyə bizim universitet, niyə bizim ölkə? Bir də çox fərqli spesifik suallar olur ki, gələcək otaq yoldaşına məktub yaz. Nə bilim, ən sevdiyin musiqi əsərini musiqidən anlamayan birinə izah elə. Belə çox maraqlı, səni fərqli tərəfdən tanımağa çalışan fərqli suallar da ola bilər və o bayaq danışdığımız detalları sən hekayəyə tökərək, xüsusən bu Amerikan universitetlərinin halında və bəzi ölkələrin halında onlara maraqlıdır ki, səni daha çox dərindən tanımaq və sən digərlərinin halında sən sadəcə elədiyin fəaliyyətləri CV-nə yazırsan, sertifikatın varsa, məktubun varsa, onu qoyursan, link varsa, onu qoyursan. Xüsusən Amerikan universitetinin halında isə biraz daha dərinə gedərək sən o müraciətində, essaylərində, inşalarında o əsas komponentləri istifadə edirsən. Amma digərlərinin halında yenə də sən xırda izahlar şəklində, tutaq ki, sənin startapın var, şərti deyirəm, İngiltərə universitetinə müraciət edirsən və ya Koreya universitetinə, o startapın adını qoyub, nə iş görür, neçə nəfərsiz, yenə də onu məlumat kimi qoya bilirsən. Sadəcə orada çox dərinə gedə bilmirsən. O verilən həcm qədər onun haqqında yenə də məlumat verə bilirsən digər ölkələrin halında. Amerika universitetlərində dediyiniz kimi xüsusilə essaylərə də önəm verirlər. Məsələn, bir tələbənin portfolyosuna baxsaq, bir X tələbəsi. Burada GPA-si yüksəkdir, SAT-si var, IELTS-i var, məktəbdən kənar fəaliyyətləri də xeyli var və qalır sadəcə essaylər. Burada essayinin önəmi nə qədərdir? Məsələn, mən bir internetdə bir hadisəni də case oxumuşdum ki, bir gənc var, startap qurmuşdu. Məsələn, 30 milyon dollarlıq bir startap idi. Amma o Harvard, MIT və bunun kimi həm Ivy League, həm də top universitetlərin bir çoxundan rədd cavabı gəlmişdi. Səhv etmirəmsə top 50-yə falan daxil olmuşdu. Elə sosial mediada izlədiyim təhlilçilər onu deyirdi ki, problem burada personal statement, essaylər və rekomendasiya məktubları idi. Sizcə həm bu кейsdə, həm də ümumiyyətlə essaylərin rolu digərlərindən daha mı üstündür? Buna daha çox fokuslanmaq lazımdır. Necə? Ümumilikdə top universitetlər, xüsusən top 10-a, top 20-yə girən universitetlərin dediyi budur ki, bizim qəbul etdiyimiz şagirdlər qədər çöldə qalan, burada oxumağa layiq olan adamlar var. Ən azı bu sinif qədər. Yəni ta ki biz 1000 nəfər qəbul etmişiksə, qəbul eləmədiyimiz 1000 nəfər adam da var ki, burada oxumağa layiqdir, haqqı çatır. Sadəcə bizim yerimiz məhduddur. Ona görə birinci elə bil bunu qəbul etmək lazımdır ki, xüsusilə rəqabətli yerlərdə sadəcə elə bil belə deyil də ki, girən 1000 nəfərin haqqıdır, qalan 30 min adam layiq deyil deyə girməyib. Orada bir qism adam var ki, onlar ola bilər ki, həqiqətən haqq eləyirlər, amma universitetin həcmi qədər yer olduğu üçün sadəcə girə bilmirlər. Yəni o şərti deyirəm, onlar əvvəldən planlayırlar ki, Azərbaycandan ta ki 1 şagird götürəcək və ya 2 şagird götürəcək və ya bu regiondan ta ki 20 nəfər götürəcək köhnə postsovet məkandan. Orada əgər 30 dənə çox yaxşı namizəd olsa belə, ola bilər ki, onların 10-unu kəssinlər. Bu Çinin halında da belədir, Hindistanın halında da belədir. Yəni sən ola bilər əlasan, prosta elə bil əladan bir addım öndə olan hansısa şagird olduğu üçün və ya müzakirədə, seçimdə səni sadəcə kənarda qala bilərsən. Bu bir məsələdir. İkinci dediyin o кейsi bilmirəm, o 30 burada bir məsələ var ki, 30 milyon büdcə almış. Bayaq dediyim məsələyə gəlir ki, onlar əmin oldularmı ki, onu o şagird edib, yoxsa əmisi, dayısı, atası, anası edib, sadəcə onun adına mı veriblər? Çünki elə bil ətrafımızda neçə də 15-16 yaşlı şagird var ki, 30 milyon investisiya alıb. Bir ehtimal. Mən deyim ki, кейsi bilmirəm. İkinci ehtimal odur ki, o adam kimi görsənməyibdi. Yəni bir orta nəticə var, 30 milyonluq startap var. Həm essaylərdə, həm də və ya müsahibədə onlar o adamı görməyiblər. Burada çox vacib olan odur ki, sən əlindəkini göstərəsən, amma çox barıtı bol eləsən, elə bir ki, bir dənə orada bir şəkil yaratsan, bir mənzərə yaratsan və onlar elə bir görəndə görsələr ki, bu o adam deyil. Sən danışırsan, ta ki Shakespeare-dən danışırsan, essaydən, nə bilim, Nəsimidən, Xəqanidən startlar gətirirsən, nə bilim, Füzulidən startlar gətirirsən, ona görəndə sən görsən ki, basic elə bir essay sənin statlarla belə məşhur adamlardan belə nəsə yazmısan və gəlir görüşəndə sən B2 səviyyəsindən İngilis dilində danışırsan. Bu deyir ki, bu məktubdakı budursa, ya məktub düz deyil, ya bu düz deyil də. Yəni ki, elə bil bu şey olmalıdır.
necə deyim, bir-birini dəstəkləyici mahiyyətdə olmalıdır. Yəni onlar deməlidir ki, hə, bu oğlan deyirdi ki, mən biologiyanı xoşlayıram, otağında da tutaq ki, gül var. Və ya nə bilim müsahibənin bir 10 dəqiqəsində biz heyvanlardan danışdıq. Yəni elə bir şəkildə sənin marağını ifadə edən, sənin danışdığın şeylərlə göstərdiyin şeylər bir-birinə dəstəkləməlidir, tamamlamalıdır. Sən bir şeyi göstərmisən, sən deyirsən ki, mən tutaq ki, hardcore çox dərin riyaziyyat xoşlayıram və ya dərin riyaziyyat bilirəm. O da sənə başlayır demək ki, son dövrdə Fields alan hansı riyaziyyatçını tanıyırsan? Sən deyirsən ki, Fields nədir? Sən dünyadakı ən məşhur riyaziyyat mükafatının nə olduğunu bilmirsənsə və deyirsən ki, mənim çox dərin riyaziyyat var, onlar deyirlər ki, okey də ola bilər. Yəni amma nə qədər mümkündür? Ya da tutaq ki, müasir dövrün ən yaxşı sənin xoşuna gələn riyaziyyatçı kimdir? Şərti deyirəm. Ya da riyaziyyatın o 7 məşhur millennial problemindən biri hansı sənə maraqlı gəlir? Sən elə bil, okey, sən riyaziyyata marağın var deyib bunların heç bir bu sualların ola bilər birinə cavab verəmirsən, amma bir neçəsinə cavab verəməsən ki, tutaq ki, hansı riyaziyyatçının dövründə yaşamaq istəyərdin və ya bir Azərbaycanda hansı məşhur riyaziyyatçı var ki, səninlə oturub söhbət eləmisən və ya eləmək istəyərdin. Bu tip belə fərqli bu və ya buna oxşar suallar ola bilər də. Sən elə bil buna marağın var və ya bunu bacarıram deyib bunların heç birinə cavab verə bilmirsənsə, orada red flag anlayışı var. Universitet deyir ki, bu ikisi uyğun gəlmir. Ya bu adam o deyil, ya o adam bu deyil. Yəni ki, ya məktubu başqası yazıbdı, bu deyil. Hə, ya da ki, bu intervyudakı qaqaş başqa qaqaş olmalı idi. O adam deyil. Ona görə burada çox vacib detal odur ki, yoldaşın halında da 30 milyon startap alacaq dinamizmdə, yəqin ki, orada necə deyim, məsələn, bir soruşsaq ki, 30 milyon 16 yaşda kim ola bilər? Bu çox bir aktiv, danışqan, girişkən biri olmalıdır da. Yəni ki, belə ideya da çox yaxşı olmalıdır. Bu ideyanın sunumu da, tətbiqi də yaxşı olmalıdır. Bu layihəni dərinə bilməlidir. Neçə adama pitch eləməli olmalıdır, neçə adama təqdimat eləmiş olmalıdır. İndi ola bilər ki, intervyuda bir dənə utancaq biri oturubsa qabaqlarında, onlar deyir ki, onda ola bilər ki, bu layihə bunun deyil də, prosta bunun müraciətdə onun adına. Və birdən çox universitet bu qənaətə gəlibsə, yəqin ki, orada hansısa şey olubdur. Çatışmayan komponent olub ki, bu məktublarda da ola bilər, dediyim kimi, ola bilər müsahibədə özünü təqdim elədiyi epizodlarda da olsun. Bir də belə кейslər yaranır ki, məsələn, esseni yazanda yazan tələbənin həqiqətən ora yaza biləcəyi hekayələr olur, belə deyim, macəralar olur. Amma esseni elə yazır ki, sanki bunu süni intellekt ChatGPT-dən kopyalayıb, paste edib. Burada esseni yazanda belə deyim, necə bir mühit yaratmalıyıq ki, həqiqətən bu ilham gəlsin və ya doğru suallara cavab versin. Bir dənə məsələ deyim ki, məncə ChatGPT dəstəkləyici alət olaraq çox yaxşı bir alətdir. ChatGPT və ona oxşar Gemini-dir, DeepSeek-dir və digərləridir. Amma burada bunu ana vasitə halına gətirməmək lazımdır. Bu çox vacib detaldır. Həm universitet müraciətində, həm də digər tərəflərdə. Yəni brainstorming üçün, fikir mübadiləsi üçün, sənə hansı bir ideyanı verməsi üçün bu əla vasitələrdir. Mən mütəmadi hər gün istifadə edirəm. Burada heç bir sıxıntı yoxdur. Sıxıntı onda olur ki, sən bütün məktubu ona yazdırırsan. Sən soruşa bilərsən ChatGPT-dən ki, yaxşı universitet məktubu necə yazılır, hansı strukturda yazsam yaxşı olar, hansı ideyalar daha çox maraqlı gəlir və onlardan hansı sənə uyğundursa, bəlkə onu götürə də bilər. Amma bir də var ki, sən deyirsən ChatGPT-yə deyirsən ki, mən ta ki Harvard-da məktub yazıram, götür məktubu mənə yaz. Çünki ehtimal ki, sənin kimi bir azı 5000 adam ChatGPT-yə bu sualı veribdi. ChatGPT-də 5000 variasiyada verməsi mümkün deyildi. Aşağı-yuxarı eyni şeyləri paraqrafın yerini dəyişərək uzağa verəcəkdi. Yəni amma Harvard üçün 5000 dənə esse yaza bilməz yəni ChatGPT. Yəni iddia bu ola bilər, amma içindəki kontent olaraq, məğz olaraq mümkün deyil də variasiya ki, Harvard-dan götürəcəyi 5000 dənə esse olsun. Burada amma çox vacib olan odur ki, məncə authenticity deyilən özünə məxsusluq. Bizim dilimizdə yəqin ki, tərcüməsi belə olar ki, səni fərqli eləyən. Zaten tutaq ki, bir çox şeylər elə düşünsək ki, dünyada 200 ölkə var aşağı-yuxarı və tutaq ki, hər hansı bir rəqabətli universitetdə 50.000 şagird, 40.000 şagird, elə universitet var 80.000, 100.000 adam müraciət eləyir. Müraciət eləyən varsa bir o qədər də və ya ondan bir neçə dəfə artıq da müraciət etmə cəsarəti çatmayan adamlar var. Yəni ki, elə bil belə deyil ki, Harvard-da 50.000 elə ancaq 50.000 adam istəyirdi. Bir 300-400.000 adam da var ki, deyir ki, Harvard olsa məni götürməz, apply eləmir. Yəni orada bir yarım milyonluq bir təxmini hovuz yaranır, şərti deyirəm. Bu hovuzun içində də bir çox göstəricilər oxşar olur. SAT balları, IELTS balları, ta ki hamının proyekti olur. Ta ki hamının məqaləsi olur. Yəni hamının dediyim, yəni 10.000 adamın məqaləsi olur ta ki. Yəni 2.000 adamın olimpiada nəticəsi olur, 3.000 adamın nə bilim filan şey olur. Burada çox vacib olandır ki, səni fərqli eləyən nədir? Bizə ta ki, yəni UPenn-in gözündən baxanda, Kolumbiyanın gözündən baxanda, nə bilim Stanfordun gözündən bizə müraciət edən 3000 dənə startap olan şagird var. Dünyanın müxtəlif ölkələrində şərt olaraq. Səni fərqli eləyən nədir? Ya da ta ki bizə müraciət edən 500 dənə olimpiyatçı var. Səni fərqli eləyən nədir? 1000 dənə ta ki məqalə. Yəni burada çox vacib olan odur ki, o məktub o fürsətdir ki, sən onu o mesajı verəsən ki, səni fərqli eləyən nədir?
Mən kiməm? Sən kimsən, bu əlindəki fürsətlə bunu nə eləmisən və nə edə bilərsən? Elə bil o qarışımı verə bilsən ki, tutaq ki, mən 15 yaşıma qədər filan fürsətlərlə bunları eləmişəm, filan özümə belə faydası olub, ətrafındakılara belə faydası olub. Gəlib indi tutaq ki, filan yerdə oxusam, ehtimal ki, mən ortada bu fürsətləri belə dəyərləndirə bilərəm. Yəni elə bil o qarışımı verə bilsən, o blendi verə bilsən, hə, bu onlara maraqlı olar və burada ChatGPT dəstəkləyici faktor kimi maraqlıdır. Yəni tutaq ki, hansı strukturda yazım, necə yazsam yaxşı olar, hansı şablonlar var ki, diqqət eləməliyəm, hansı səhvlər eləməyim, esselər. Bunu hamısını ChatGPT ilə danışa bilərsən ki, top universitetlərə müraciətdə esselərdə hansı səhvlər olur. O sadəcə bəlkə sən şərti deyirəm, baba nənə şablonu var. Məsələn, top universitetlərə qəbul komissiyası deyir ki, nənəsindən ilhamlanan, babasından ilhamlanan çoxlu uşaq var. Yəni ilhamlanıb qutarın. Hətta belə sən bəzi universitetlərin qəbul komissiyalarının məsələn saytlarından, bloqlarına falan baxsınız, onlar deyirlər ki, okey, biz başa düşdük ki, sənin həyatında adam azdır, sən də nənəndən, baban yanında olub deyə onlardan ilhamlanmısan. Amma biz belə çoxlu esse oxuyuruq. Sən elə bilirsən ki, sənin baban nənən təkdir, amma biz 10 min uşağın baba nənə hekayəsini oxumuşuq. Ona görə bizə artıq şey gəlmir. Maraqlı gəlmir. Başqa nə edə bilərsən? Yəni elə bil burada əsas məsələ odur. Yəni ta ki bunu eləmişəm, yəni məsələn bunu eləyən və bizə müraciət edən filan qədər şagird var. Səni fərqli eləyən nədir? Ona görə esselər o fürsətdir ki, sən onu göstərəsən ki, okey də, mənə də babam ilham veribdi və ya nənəm ilham verib, amma filan cür ilham verib. Və şərt deyirəm, nə bilim, babam məktəb müəllimi olub, babam professor olub, nənəm nə bilim o olub, amma buradan mənə belə cür, yəni o uniqueness deyilən, o authenticity deyilən səni nadir eləyən, tək eləyən, səni fərqli eləyən nədirsə, onu qabağa çəkmək lazımdır. Yoxsa belə şey çox olacaq. Yəni onu nəzərə almaq lazımdır ki, ümumilikdə, yəni mən bəzən valideynlərlə danışanda deyirəm ki, hər yaş qrupunda 100 milyon adam var. Yəni bizim yaxşı yaşamağımız və ya bizim hansı fürsətlərə çatmağımız kimlərsə çatmamağı anlamına gəlir. Biz istəsək də istəməsək də biz çox demokratik ruhlu adam ola bilərik, biz bölüşmək istəyə bilərik, amma faktiki dünyadakı fürsətlər, resurslar hamıya əl çatan deyil deyə bir nəfərə çatması digərinə çatmaması deməkdir. Və sual budur ki, niyə sənə çatsın? Niyə sənə çatsın? Bu təhsildə də belədir. Yəni Harvard ilə MIT ta ki dünyadan 200 tələbə götürür. Yəni elə bil Amerikadan ta ki 1000 nəfər götürür, dünyadan 200 nəfər götürür. Okey də MIT təhsili dəstəkləyir, insanlara əl çatan olsun falan filan, amma binanın həcmi 200-dür. Yəni bina xarici 200 tələbə götürə bilir. Yəni MIT nə qədər insancıl olsa da, nə qədər dəstəkləyici olsa da, nə bilim UPenn ta ki 2000 tələbə götürə bilir. Nə bilim, ta ki KAIST nə bilim xarici 80 tələbə götürür. KAIST dünya barışını dəstəkləyir, elmi dəstəkləyir falan filan, amma faktiki xarici 80 tələbə götürür. Okey də sən niyə götürsün? Yəni elə bil çox şeydən danışa bilər, amma və orada artıq elə universitet var ki, ağır akademik nəticələrə odaqlanır. Elə universitet var, məktublara odaqlanır. Elə universitet var, SAT balına hədəflənir. Yəni universitetə görə elə bir ölkələr var ki, ölkənin məğzına görə, bir də universitetlərə görə ola bilər ki, əsas məsələn SAT balına baxsın, məktəb ortalamasına baxsın. Elə təqaüd var ki, məsəl üçün, Türkiyə bursları sənin məktəb qiymətlərinə çox baxır. Yəni sənin məktəb qiymətlərin aşağıdsa, Türkiyə burslarının alma şansın ola bilər olsun, amma ehtimalın azalır. Yəni orada məktəb balının yuxarı olması çox vacibdir. Nə bilim, bu tip detal var ki, onlar üçün o faktor kritikdir. Başqa yerdə ola bilər ki, kimsə desin ki, hə məktəb balını da qoy, amma bu heç çox da vacib deyil. Yəni heç baxılacaq ya baxılmayacaq bəlli deyil. Bu ölkəyə görə, universitetə görə bu detal çox dəyişə bilər. Deməli, daha doğru, daha məqsədə çatmaq üçün həm universitetləri, həm ölkələri detal şəkildə araşdırmalıyıq, onların bloqlarını və s. axtarmalıyıq ki, onların ideal bir portfoliosu necədir deyək. İdeal portfoliosu olmasa da, yəni nələrə üstünlük verirlər, həmin universitetin xarakteri, xasiyyəti nədir, ona uyğun aplikasiya prosesimizi, portfoliomuzu göstərək. Tanıdıq. Haqlısan. Məncə orada çox vacib detal odur ki, hara müraciət etdiyini və onların səndən nə gözlədiyini, sən onlardan nə gözlədiyini onu biləsən və onların səndən nə gözlədiyini biləsən ki, proses uyumlu olsun. Yəni məsələn bu tip suallara cavab vermək lazımdır ki, sizin təhsildən gözləntiniz gedib o ölkədə qalmaqdırmı, qayıtmaqdırmı? Qalıb iş tapmaqdırmı, davamında master həmin ölkədə və ya başqa ölkədə davam etmək. Bu tip suallara verib çalışıb cavab vermək lazımdır. Çünki elə ölkələr var ki, şərti deyirəm, orada iş tapmaq daha rahatdır. Elə ölkələr var ki, orada akademik olaraq mühit daha yaxşıdır, sən master PhD eləyə bilərsən. Elə ölkələr var ki, ora ölkəmizdə daha hörmətli qəbul olunur. Sən gedib orada oxuyub qayıtsan Bakıya, daha çox rəğbət görərsən. Yəni sənin üçün bu prosesdə növbəti 3 ildə, 4 ildə, 5 ildə gözlənti nədir? Bir tunar olaraq və ya hansı başqa bir şagird olaraq, okey, sən getdin və nə? Hə, ola bilər sən gedişatda planını dəyişsən. Bu realdır. Sən gedərsən, fürsəti görərsən, ehtimalı görərsən, planın dəyişər. Amma bu pəncərə, bu nöqtədən baxanda necə görürsən? Sən deyirsənsə ki, tutaq ki, mən gedib oxuyub, yaxşı diplom alıb, sonra Bakıya qayıdacağam şərt olaraq.
onda Bakıda daha çox diqqət görən, hörmət görən, rəğbət görən ölkələr və universitetlər var. Bir ehtimal odur ki, sən ora gedəsən. İkinci ehtimal odur ki, sən deyirsən ki, xaricilərə daha yaxşı iş fürsətləri verən ölkələr olsun. Onda bu ölkələr dəyişir. O ölkələrdə ki, orada sən qalıb davamında iş tap. Elə deyə bilərsən ki, elə universitetlər və ölkələr olsun ki, orada akademik mühit yaxşı olsun. Mən araşdırma laboratoriyada işləmək istəyirəm, məqalə yazmaq istəyirəm, kitab çap eləmək istəyirəm. Burada ölkələr dəyişib. Elə ölkələr ola bilər ki, burada da yaxşı olsun, burada da, amma elələri ola bilər ki, bu siyahıda yoxdur. Digərində var. Buna görə də elə bil araşdırmadan gedəndə ola bilər sən getmisən şərt edirəm elə ölkəyə ki, orada iş fürsəti var, amma akademik mühit o qədər də sənin gözlədiyin qədər zəngin deyil və ya laboratoriyalar o qədər deyil, kitabxanalar o qədər deyil və sən gedib məyus olasan ki, mən axtardığım bu deyildi. Amma halbuki 1 il qabaq, 2 il qabaq ya özün eləsəydin, ya dəstək alsaydın, çox daha dəqiq nöqtə atışı eləyə bilərdin də belə deyək. Bir də SSR-dən danışmışkən çox kiçik bir sual verim ki, məsələn mən özüm də harasa müraciət etdikdə söz limiti var idi ki, məsələn 250 söz, 120 söz, 500 söz, 400 söz və s. Həmin söz limitini bitirmək, yəni tam 400 söz, tam 380-90 söz eləmək yaxşıdırmı, yoxsa elə hekayə nə qədər istsə o qədər yazsaq yetərlidir? Burada Tunar yəqin ki, sözə söz baxmazlar. Amma yəni elə bil belə sualı belə qoyacaqlar ki, onlara daxildəki bizə danışmağa heç nəyimi yoxdur ki, 200 sözdə bitirdin. Yəni 400 sözlük essedə sən beləmi kasatdır belə deyə təcrübən ki, sən 100 sözdə bitirdin, 50 sözdə bitirdin. Yəni normalda elə bil sənə maraqlı olmalıdır ki, sən özünü təqdim edirsən. Çünki sən özünü belə demək mümkünsə satmağa çalışırsan da ki, məni götürün. Sənə sual veriblər ki, 400 sözdə biz özünü təqdim eləyək. Falan suala 400 sözdən sən də 50 sözdən cavab vermisən. Onlar onda düşünür ki, yəqin bu uşağa danışmağa heç nə yoxdur da. Yəni ki, ya gərək sən ideal 50 sözlük kombinasiya, bu çox milyonda bir ehtimaldır ki, sən ideal 50 sözlə, o 100 sözlə ideal bir kombinasiya qurursan ki, deyirsən ki, ya da mən bütün fikri bura yığa bilim, amma əksər ssenarilərdə 90%, 95% ssenarilərdə dibədib olmasa belə, da ki 400 söz deyibsə 350 üzərində, 370, 380-lərdə olması da yəqin ki, daha yaxşı olar. Nəinki yarı-yarı və ya nə bilim 1/3-ni istifadə eləmək. Burada əsas məsələ elə bir dediyim kimi, həm məktublarda, həm də hansı universitetdən intervyu gəlsə orada sənə maraqlıdır ki, səni götürsünlər. Burada yəni elə bil özünü satmağa çalışan belə müsbət mənada adam tərəf sənsən. Sən maraqlısan ki, onun suallarına cavab verəsən, onun ağlında hansı şübhələr qalıbsa, o şübhələri bağlayasan. Bəlkə nə bilim o sualın içində başqa bir suala və ya başqa bir detalı da verib o tərəfini də güclü göstərmək və ya niyə sən sualına bəlkə bir tərəfdən də elə cavab vermək. Yəni bu komponentə fikir vermək lazımdır. Belə demək mümkünsə. Sizdə recommendation letter, rekomendasiya məktublar haqqında da danışaq. Xüsusilə də Azərbaycanda məsələn bir qədər yerli məktəblərdə həm də müəllimlərin bu məktublara reaksiyası bəzən mənfi ola bilər. Deyir ki, nədir bu, niyə edirik, niyə etməliyəm. Burada necə yanaşma tətbiq etmək olar? Özümüz bəzən məsələn özümüz yazırıq, deyirik ki, bunu imzalaya bilərsinizmi? Belə bir şey etmək doğrudurmu ümumiyyətlə? Yəni bu Azərbaycan yerli məktəblərdə deyək, rekomendasiya məktubları hissəsini necə həll etməliyik? Ümumiyyətlə bu qanunsuzdur. Axırıncı dediyim qism qeyri-qanunidir. Yəni elə bil hansı universitet bilmir ki, şagird özü yazıb, müəllim imzalayıb. Universitetin gözləntisi odur ki, müəllim və ya o imzalayan tərəf özü imzalasın. Bu bizim ölkədə həll yolu kimi, yəqin ki, biz müxtəlif ölkələrdə bu həll yolu kimi baxılır. Universitetin orada gözləntisi odur ki, başqa bir adamın gözündən tələbəni tanımaq. Çox yaxşı, uğurlu olan məktublar odur ki, şagirdi daha ətraflı təsvir və ya izah eləyir. Yəni hansı layihədə davranışlarını, fəaliyyətini, sinifdə fəaliyyətini, yəni ümumilikdə Tunar yaxşı oğlandı, dərslərdən 5 alır. Mən onu çox istəyirəm tipli məktublar. Elə bir düşünün ki, bayaqki məsələyə qayıdırıq. 50 min dənə, 500 min dənə adam yazıb ki, filan kəs yaxşı oğlandı, yaxşı qızdı. Zaten rekomendasiya məktubunda heç kəs yazmayacaq ki, filan kəs pis oğlandı, pis qız. Yəni sən düşünə bilirsən ki, məktub yazırıq ki, bəs Tunar pis oğlandı, mən də rekomend edirəm ki, siz götürəsiniz. Bu absurddur da, düzdür? Bütün məktublarda elə bir biz qəbul etmək ki, hamısı yazıb ki, filan kəs əladır, möhtəşəmdir. Hindistanda bundan başqa oğlan yoxdur. Çində bundan başqa qız yoxdur. Nə bilim Yaponiyada bundan ağıllı adam yoxdur. Azərbaycanda bundan ağıllı, bütün məktubların məğzi budur ki, bu belə idealdır da, bu insanlıq mücəssiməsidir. Götürün getsin, o 50 minlikdə yer yoxdur. Ona görə məcbur gələn nöqtə bu olur ki, o şagirdi daha yaxşı təsvir edənlər, o şagirdin hiss elətdirmədən o şagirdin universitetə uyğunluğuna xırda mesajlar vermələr. Bir də bizim çox istifadə eləmədiyimiz, amma dünyada çox maraqlı, mənim çox xoşuma gələn şeylərdən biri, məsələn, tutaq ki, uşaq bir tələbənin rekomendasiya məktubunu onun bərbəri yazmışdı. Uşaq elə bir marketinq oxumaq istəyirdi, gedib bərbəri üçün xırda vizitka düzəldib, nə bilim, sosial şəbəkə hesabları açıb, şey eləyib, bərbəri orada məktubda yazmış ki, sağ olsun filan kəs, onun köməyi ilə mənim aylıq qazanclarım 30-40% artdı, mən ətrafdakı hamı mənim yanıma gəlməyə başladı. Rekomendasiya məktubu belə maraqlı, elə bil o adamın
elədiyi sosial, yəni uşaq deyirdi ki, mən marketinq oxumaq istəyirəm, nə bilim sosial şəbəkələr, nə bilim öz bloqum var falan filan. Bir də ətrafımdakı adamlara kömək eləyirəm ki, sosial şəbəkəyi işlətməyən xırda bizneslərə kömək eləyirəm ki, şey eləsinlər. Sosial şəbəkəyə keçsinlər. O Qaqaşa kömək eləmişdi ki, tutaq ki, bərbər, nə bilim, şəkillər çəkirdi, xırda videolar düzəldirdi, nə bilim, bərbərxananın çölünə hansı ölkə olduğu yadımda deyil, amma Azərbaycan deyildi. Hansı ofisinin çölünə nə bilim vizitka qoyub, nömrə qoyub, əlaqə saxlayıb, yəni belə o da yazmışdı ki, sağ olsun, onun sayəsində nə bilim mənim qazancım 30% artıb, 40% artıb. Rekomendasiya məktubunu belə bir şəkildə yazmışdı. Bu bir də maraqlı şeylər olur ki, əgər sənin elədiyin proyekt sosial sahibkarlıqdırsa və ya hansısa bir proyektsə və kimsə faydalanıbsa, bu nöqtədə o da sənə rekomend eləyə bilər ki, çox sağ olsun elədi. Onun elədiyi filan şey sayəsində mən filan şeyə çata bildim tipli rekomendasiyalar demək. Amma burada əsas vacib olan səni tərifləməkdən, səni deyəndə hər hansı bir şagird tərifləməkdən daha çox onu tanımağına kömək eləməkdir. Yəni biz başa düşürük ki, rekomendasiya məktubu zaten hamısı müsbət notlarda yazılır. Amma burada vacib olandır ki, məktublarda görsənən bir profil var, dərsdən kənar fəaliyyəti olan, akademik nəticəsi olan bir adam var. Burada da bir dənə adam var, onun haqqında danışır. Vacib olandır ki, bunlar uyuşsunlar. Bayaq dediyimiz nöqtəyə qayıdır ki, bu adamla o adam profili tamamlansın bir və mümkün qədər bu adamın demədiyi nə isə bu desin. Ki şərti deyirəm, məsələn, proyektdə komandası ilə birlikdə təqdimat elədi, Tunar kömək elədi, nə bilim, nəsə indi elə bil o komponent ki, universitetə maraqlı gələcək. O komponent ki, Tunar burada məktublarda tam göstərə bilməmişdi. Bu məktubun vasitəsilə müəllimin o belə deyək, dilindən daha çox tanımağa və ya nə isə yəqinləməyə kömək eləsin. Təşəkkür edirəm. Bir də bunu soruşum ki, yenə Azərbaycan кейsinə qayıdaq. Biz yerli məktəblərdə məsələn müəllimlərə necə yanaşa bilərik ki, bizə belə bir məktub lazımdır, razılığı əldə etmək deyək. Məncə bizim yerli müəllimlər və direktorlar bu mövzuda çox dəstəkləyicidirlər. Yəni indi fərqli кейslər ola bilər, fərqli şəxsi hallar ola bilər, amma ümumilikdə siz hansı müəllimə yaxınlaşırsınız və ya direktora yaxınlaşırsınız ki, mən xarici ölkəyə təhsil üçün müraciət eləyirəm və istəyirdim ki, mənim haqqımda məktubu siz yazasınız. Məncə orada bir çox adamın halında onlar bu mövzuya müsbət yanaşacaqlar. Burada məncə əsas məsələ izah eləməkdir ki, mən digər şeylər eləmişəm, mənim qəbul məktubumda bu rekomendasiya məktubu da olmalıdır və orada əgər siz mümkünsə dəstəksiz olardınız, elə bil yəni bu birinci durumu izah eləmək lazımdır ki, vəziyyət nədir? Bunun heç bir hüquqi öhdəlik yaratmadığını ona izah eləmək ola bilər ki, hansısa insanlar narahat olsun. Ona demək lazımdır ki, heç bir hüquqi öhdəlik yaratmır, heç bir maddi öhdəlik yaratmır. Yəni sizdən heç kəs pul istəməyəcək, mənim təhsilimlə bağlı heç kəs sizdən pul istəməyəcək ya da nə bilim, nə isə imza atıb. Sadəcə siz məni hansısa şirkətə, universitetə, quruma, təqaüdə siz məsləhət görürsüz. Yəni burada sizin heç bir öhdəliyiniz olmur. Amma kimsə narahat da olsa ona ifadə etmək lazımdır ki, bunun heç bir digər yan tərəfi yoxdur da. Yəni ki, nə yerli, nə də xarici heç kəs sizi buna görə cavabdeh tutmayacaq. Yazmısınızsa ki, burada Rüfət yaxşı oğlandı. Heç kəs deməyəcək ki, falan hərəkət edən adama necə yaxşı demisən. Yəni heç kəsə bu maraqlı deyil. Ona görə rahat ola bilərlər. Çox təşəkkürlər. Mən bloqlarda oxumuşdum ki, bəzi tələbələr öz portfolyolarında iş stajlarını deyə təcrübələrini paylaşmışdılar. Məktəbdən kənar işləmək hansı şirkətin daxilində və ya təcrübə keçmək tam olaraq bu məktəbdən kənar fəaliyyətlərin hansı hissəsində dayanır? Burada məncə iki yerə bölmək lazımdır Tunar. Biri odur ki, intern deyilən təcrübə proqramı. Ta ki siz hansısa yerli və ya xarici şirkətdə 1 ay, 2 ay, 3 ay iş mühitinə girirsiniz, amma iş öyrənirsiniz belə demək mümkünsə. Bu faydalıdır, amma burada vacib olandır ki, sizin edə biləcəyiniz həcmdə olsun. Yəni ta ki sizin girə biləcəyiniz şirkət, sizin girə biləcəyiniz pozisiya, sizin faktiki 16 yaşında edə biləcəyiniz şey olsun. Yəni çox yuxarı tullanmamaq lazımdır ki, universitet yenə də deməsin ki, bunu 16 yaşda, 17 yaşda bir şagird eləyə bilərmi, eləyə bilməz. İkinci burada maraqlı və çox olmayan məsələ budur ki, real pula ehtiyacı olan və ya real pul qazanmaq istəyir. Məsələn, xarici bir neçə mən qəbul məktubu oxumuşdum ki, oğlan universitet müraciət pulunu ödəmək üçün, application feeləri ödəmək üçün ofisiant işləyibdi və ya tutaq ki, köməkçi, məsələn, şefin köməkçisi işləyibdi və ya nə bilim, olduğu ərazidə küçəni təmizləyib, qəzet paylayıbdı, nə bilim, fərqli şeylər eləyibdi, hansı ki, real pul qazanıb. Mənim özümdən soruşsam bunlar daha maraqlıdır. Əgər bu biri biraz bubble deyilən şardır da, yəni ki, sən internə gedirsən, böyük bir çox кейslərdə valideynin xahiş eləyir, dostlarıdır, deyir, sən gedirsən və ya valideynin şirkəti olur, sən gedirsən orada təcrübə proqramı. Amma daha real odur ki, sən real həyatın içinə girmirsən, tutaq ki, şərt deyirəm, sən Harvardda deyirsən ki, mən sizə apply eləmək üçün bir ay, tutaq ki, kuryer işləmişəm. Falan kəsin köməkçisi işləmişəm, $300 application fee yığmaq üçün. Əgər bunu yaxşı sənin akademik tərəflərində dəstəkləyirsə, bu universitetə çox maraqlı gəlir ki, bu adam artıq bayaqki dediyim məsələyə qayıdır da. Bu adam indiki əlindəki fürsətlərlə bunu eləyə bilibdi və burada filan belə deyək, dırnaqarası qurbanları veribdi. Biz ona yaxşı akademik mühit versək, yaxşı fürsət versək, o bu $300 3 milyon da eləyə bilər. 300 milyon da eləyə bilər. O nöqtədə mənim özümə qalsa, məsələn, şagirdlərin real işləməsi və real əziyyət, ümumiyyətlə mən
əziyyət çəkilməsinin tərəfdarıyam. Orada real əziyyət çəkmələri düşünürəm ki, daha faydalı olar. Sizin komanda elə siz yüzlərlə, minlərlə tələbəyə dəstək verirsiniz, müəyyən xidmət göstərirsiniz. Ruf Akademiyasının tam olaraq bu xarici təhsil prosesindəki rolu nədir və tələbələr Ruf Akademiyasından tam olaraq nəyi gözləməlidir ki, nəyi əldə edəcək və s. Ümumilikdə məncə burada çox vacibdir ki, bizim şirkətin halında da, digər şirkətlərin halında da həm yerli, həm xarici. Biz incəliyirik ki, Amerikan şirkətləri, İngilis şirkətləri bu prosesi necə aparırlar. Onlar əsasən yanında olan partnyor mövqeyində çıxış edirlər. Yəni ki, yolu gedən bir nəfər var, tutaq ki, bu ssenaridə tutaq ki, Tunar var və ya Əli var, Vəli var, Aytən var. Şirkətlər onun və ailəsinin yanında dəstəkləyici mahiyyətdə o yolu gedən partnyor olaraq çıxış edirlər. Ona görə də burada məncə ən düzgün ssenarilərdən biri odur ki, şagird, tələbə bu yolu getməkdədir. Sadəcə yoldakı addımları düzgün atmaq üçün, daha yaxşı atmaq üçün onun yanında bunu edə biləcək təhsil partnyoru olsun. Məncə bizim halımızda da, digər həmkarların halında da, digər qurumların halında da məsələyə belə baxmaq lazımdır. Yəni mən oturacam, mənim yerimə A qurumu və ya şirkəti eləyəcək. Bu mümkündürmü? Mümkündür. Etmək olurmu? Olurmu? Biz etmişik, bəlkə kimlərsə edirlər. Amma bu davamlı bunu eləmək mümkün deyil və çox adam eləmək mümkün deyil. Ola bilər hansısa ssenarilərdə bu alınıbdı, amma daha yaxşı olan odur ki, bir şagird, tələbə yolu gedir, ailəsi, məktəbi, ətrafı dəstək olur və bu təhsil şirkəti də bu nöqtədə ona dəstək olur ki, daha yaxşı eləsin, hansı məsələləri qabağa çəksin, hansı məsələləri çox da vurğulamasın, hansı detallar əhəmiyyətlidir. Bu nöqteyə nəzərdən baxanda bu vacibdir, amma burada elə bil mən heç nə eləməyəcəm, A qurumu və ya B qurumu mənim yerimə hər şey eləyəcək. Bu əgər bir case olsa bəlkə mümkündür, 2 case olsa mümkündür, amma bu say artdıqca bunun edilməsi deyil, necə deyim? Mümkünsüzləşir və ya orada elə bil keyfiyyət azalır. Ona görə də burada çox vacib olandır ki, o yolu gedən partnyor, o yolu gedən adama dəstək olan partnyor, belə demək mümkündür. Bu prosesdə bir də ailənin rolunda aydınlaşdırmaq istərdim. Həm ailənin, həm ümumiyyətlə həmin tələbənin ətrafının, məktəbin və s. tam olaraq tələbənin ətrafı bu prosesdə hansı rol oynayır? Burada məşhur qayda var da, əgər 5 ağıllı adamın içindəsənsə, 6-cı ağıllı sən olursan, 5 kasıb adamın içindəsənsə, 6-cı kasıb sən olursan. Məşhur 5 adam qaydası var. Bu məncə həm təkcə məktəblərə aid deyil, bu hamımızın halında belədir ki, ətrafımızdakı 5 adamın ortalaması əsasında formalaşırıq. Yəni ki, istərsək də, istəməsək də, çünki onlar bizim halımıza təsir edirlər, əhvalımıza təsir edirlər, bilgimizə təsir edirlər. Ona görə də burada təkcə məktəb dövründə yox, ümumilikdə bu çox vacibdir. Bakıda da məsələn yuxarı performans göstərən müxtəlif məktəblərin halında görürük ki, o məktəbdə olan ortam performansa təsir eləyir. Yəni çünki əgər şərt deyirəm, ətrafınızda olan hamı yaxşı universitetə qəbul olmaqla bağlı gündəmi varsa, bununla bağlı çalışma eləyirsə, siz də o ortamdan da həvəslənib daha yaxşı hazırlaşmağa çalışırsınız. Yox, ortamınızdakı odursa ki, bu gün dərsi necə eləməyim, sabah dərsi necə qaçırdım, bu gün dərsi necə girməyim, istərsəməz sizin də halınızı israr eləsəz belə sizin də halınıza təsir edir. Bu bir məsələ. İkinci məsələ, ailə ilə bağlı məsələyə gəlsək, bizim təcrübə göstərir ki, əksər demək olar ki, çox böyük faizdə yaxşı nəticə qazanan tələbələrin halında bir ailə dəstək olur bu ayrı, amma bir valideynin prosesin daha çox içindədir. Bu ata da ola bilər, müxtəlif кейslərdə ana da ola bilər. Bir valideyn digər valideynin nisbətdə daha çox prosesə dəstək olur, prosesin içindədir, yanındadır. Çünki istər-istəməz 14, 15, 16, 17 yaşlar bu dəstək şərt deyil ki, elmi akademik olsun. Elə valideyn var ki, həyat şərtləri elə gətirib ki, təhsil ala bilməyib və ya zəif təhsil alıb, amma o varlığı ilə yanındadır. Elə valideyn var ki, daha çox fürsətlər yaradır, büdcə olaraq yanındadır. Elə valideyn var ki, kontaktları ilə yanındadır. Elə valideyn var ki, düzgün adamları tapmaqla yanındadır. Elə valideyn var ki, nə bilim, yoldan uzaqlaşmamasına dəstək olmaq üçün yanındadır. Yəni elə valideyn var ki, axtarıb tapmaq. Yəni burada şərt deyil ki, valideynin yanında olması bu ancaq pul verərək olsun. Yəni ki, bu indiki fürsətlər elədir ki, məcbur deyil hamı büdcə ayırsın. Amma bu və digər şəkildə bacardığı şəkildə bir valideynin ideal senaryodur ki, 2 valideyndir. Amma istəsəməz müxtəlif hallarda görsənir ki, bir valideyn prosesin daha çox içindədir və daha çox yanındadır. Amma ümumilikdə mən düşünürəm ki, ailələr, məsələn, bəzi valideynlər görürəm ki, mən arada o valideynə məsələn, o gün bir valideynlə bir neçə ildə artıq birlikdəyik. Oğlu çox yaxşı yerlərə qəbul olub. O valideynlə görüşdük, amma top bir neçə yerə məsələn qəbul almayıbdı. Mən o valideynlə zarafat elədim ki, sizə müraciət eləsək qəbul alardıq. Yəni ki, sizdəki elə həvəs var ki, sizə, yəni oğlunuzda o qədər çox həvəs yox idi, sizə müraciət eləsək qəbul alardıq. Yəni ki, universitet sizin həvəsi görsəydi, sizi mütləq götürərdi. Prosta oğlunuz elə bizim şirkətin həvəsi, sizin ata olaraq həvəsiniz və oğlunuzun həvəsi. Burada girməli olan adamın həvəsi ən aşağı idi. Yəni ki, elə biz birlikdə sizin üçün müraciət eləsək daha çox qəbul alma şansımız var idi. Tipli bir dialoqumuz oldu. O da dedi ki, məncə də mən girərdim tipində bir inkar eləmədi. Yəni burada məncə məsələ odur ki,
valideynlər o mühiti yaratmaq, o dəstək olma nöqtəsində nə qədər çox olsalar o qədər faydalıdır. Çünki 15, 16, 17 yaş yeniyetmələr nə qədər düşünsələr də ki, çox şey bilirlər və ya həyatla bağlı valideynləri heç nə bilmir, müəllimləri heç nə bilmir. O istəsəmiz o yeniyetmə dövründə elə bir hal gəlir də ki, sən elə bir hər şeyi bilirsən, ətrafın bilmir, amma zamanla göstərir ki, təcrübə bir çox şeyə kömək eləyir. Bir də yəni təqaüdlər məsələsindən danışaq ki, xaricdə təhsil, xarici universitetlərin onsuz təmin etdiyi bir çox təqaüdlər var. Bunun haqqında əslində əvvəl də video çəkmişdim, detallı şəkildə çalışdığım qədər paylaşmışdım. Bir də həmin xarici təhsilə hazırlaşmaq prosesində maddi və həm də ki, mənəvi şəkildə təqaüd verən dediyim qurumlar, hansı proqramlar var, bunlar haqqında məlumat verə bilərsinizmi? Yəqin ki, sən danışmısan. İndikən də Azərbaycandan təhsil üçün getmək üçün çoxlu fürsətlər var. Yəni dövlət proqramı ildə əvvəl 400 yer idi. Prezident fərmanı ilə 500 oldu. İldə 500 adam siyahılar var. Dünyanın 30 civarında ölkəsində müxtəlif ixtisaslarda. Prioritet 15 dənə ixtisas var. O ixtisaslardan birində əgər ixtisasına uyğun gəlirsə, gedib oxuya bilirlər. Təhsil xərcləri, yemək, qalmaq xərcləri, bütün xərclər qarşılanır, nəqliyyat xərcləri hamısı qarşılanır. Universitetlərin daxili təqaüdləri var. KAIST kimi, Amerikanın bir çox universitetləri kimi, Hong Kong kimi, Çin universitetləri var ki, hökumətlərarası Çindən proqramımız var, Azərbaycandan, Macarıstandan proqramımız var. Dövlət proqramından başqa ildə 200 nəfər Macarıstana gedirdi, 25 nəfər Çinə gedir. Türkiyə burslarında 100 dənə Azərbaycana gedib oxuya bilər. Yəni bu bakalavr dərəcəsinə aiddir. Magistr dərəcəsində də çoxlu fərqli hökumətlərarası proqramlar var, fondların proqramları var. Yəni ortalama il ərzində 1000-dən çox azərbaycanlı şagird və gənc təqaüdlə gedib heç bir büdcə ayırmadan gedib dünya müxtəlif ölkələrində oxuya bilər. Yəni əslində ciddi rəqəmdir. Yəni ki, sən yaxşı və ya çox yaxşısansa və araşdıra bilirsənsə, nəticələr sata bilirsənsə, yəni ehtimalın var ki, sən yaxşı və ya çox yaxşı yerlərdən tam ya da hissəli təqaüd ya da tam təqaüd alasan. Bu bir məsələdir. İkinci digər məsələ budur ki, indi müxtəlif qurumlar, şirkətlər həm də ona dəstək olurlar ki, sən əgər yaxşısansa, sənin o yolla getmənə də kömək eləyirlər. Biz artıq bizim halımızda məsəl üçün 3 ildir ki, biz artıq BP şirkəti ilə partnyorluq eləyirik. Buradan oradan olan dostlarımıza təşəkkür edirəm ki, onlar 3 ildir təxminən artıq 70-ə yaxın gəncin həm imtahan hazırlığı, həm universitet müraciəti, həm digər xərclərə dəstək olublar ki, biz onların həm bakalavr, həm magistr dünyanın daha rəqabətli yerlərinə getməyinə kömək eləyik. 2 il bunu biz Teknes layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elədik ki, orada artıq 40 civarında şagird məktəbliyə və universitet tələbəsinə kömək elədik. Digər qurumlarla olan totalda bizdən başqa bunu müxtəlif eləyən digər şirkətlər də var ki, onlar fərqli partnyorlarla və ya öz daxili imkanları hesabına bunu eləməyə çalışırlar. Burada ilk başlayanın biz olmasının sevinci var təbii ki, biz ölkəmizdə insanları və şirkətləri belə tip layihələrə təşviq eləməyin verdiyi sevinc var. Amma yaxşıdır ki, digər dostlar da, qurumlar da bunu eləməyə çalışırlar. Məncə ölkəmizin və dünyanın gəldiyi nöqtə elədir ki, bilmirəm demək nə qədər düzgündür. Sən yaxşısansa, istənilən halda fürsətin olacaq. Büdcən varsa zaten ailənin büdcə limiti çərçivəsində yarana biləcək fürsətlər çoxlu və hətta yaxşı büdcən varsa limit sizə doğru gedir. Sənin büdcən yoxdursa, amma potensialın yuxarıdırsa, yəni əgər büdcən varsa, o çalışqanlığın az və ya çox olması büdcə ilə müəyyən qədər bir nöqtəyə gətirmək olur. Amma sənin büdcən yoxdursa, sən çalışqanlıqla o büdcə fərqini bağlaya bilərsən və tutaq ki, RUF kimi və digər şirkət və qurumlar da səndə o potensialı göstərə bilsən, nümayiş etdirə bilsən, sən imtahan hazırlığın, universitet müraciətinin, təqaüd müraciətinin o məsələlərə dəstək ola bilirlər. Yəni mən yaxşıyam, amma dəstək tapa bilmədim məsələsi çox çətindir indiki anda. Nə ola bilər? Sən yaxşı olduğunu düşünürsən, amma yaxşı deyilsən. Və yetəri qədər yaxşı deyilsən. Səndən yaxşı olan daha çox adam var. Yəni məsələ belə ola bilər. Amma mən çox yaxşı idim, belə demək mümkünsə ortada qaldım, mənə dəstək olunmadı tipli məsələ yenə də mümkündür, bəlkə necəsə olubdu. Bunu mən təkcə öz adımıza demirəm də, yəni mən ölkədəki olan mühit etibarilə deyirəm. Mən amma çox yaxşı idim və heç bir dəstək tapa bilmədim. Bunu çox real görmürəm. Çünki məsələn mən bir çox hallar bilirəm ki, müxtəlif şagirdlər və tələbələr müxtəlif müəllimlərə yazıblar, şirkətlərə yazıblar. Onlar okeysə, ola bilər onların layihəsi yoxdur, amma o halda dəstək olublar. O şagirdə dəstək olublar, o tələbəyə dəstək olublar. Yəni burada elə bil məsələ budur ki, sən nə qədər yoxlamısan. Bayaq ən girişdə danışdığımız məsələ gəlib çatır. Biz məsəl üçün bu il KAIST-dən 6 qəbulumuz var. KAIST Asiyanın MIT-si sayılır. KAIST-də 6 qəbulumuzun məsələn bu il Azərbaycandan yalnız 7 nəfər girib, 6-sı bizim tələbədir. Orada say fərqi varsa kimsə altda kommentlərdə dəqiqləşdirə bilər. Amma mən bildiyim 7 şagird girib, Azərbaycandan 6-sı bizim tələbədir. Amma biz elə bil 6 qəbul olmamızın səbəbi odur ki, biz ora 200 application eləmişik, 200 müraciət eləmişik. Yəni elə bil o deyil ki,
biz elə bil hər 7-dən 6-ya qəbul alarıq yox. Biz müraciət edirik və görürük ki, bunda alındı, bunda alınmadı. Burada düz yazdıq, burada səhv yazdıq. Burada buna məsəl üçün intervyu gəldi, intervyuda düz eləmədi, məsələni düz eləmədi, sualı düz izah eləmədi. Yəni elə bil Təcrübə məsələsi. Bu təcrübə ilə formalaşan bir şeydir və bu digər o şagirdlərin halında da o fondlar var, fürsətlər var. Sadəcə nə qədər çox yoxlamağından asılıdır ki, nə qədər çox yerə yazdı. Əgər şey yox, dediyim kimi, məsələ gəlib ora çatır ki, əgər ailəsinin məhdud imkanı varsa və ya büdcəsi yoxdursa, varsa orada zaten fürsətlər çoxdur. Təşəkkür edirəm. Bütün xarici təhsil prosesi haqqında məlumatlar verdiniz. Həm təqaüdlər, həm ümumiyyətlə proses. Bir də sizdən bir gələcək haqqında da bir söhbət etmək istəyirəm ki, ümumiyyətlə gələcəkdə bu xarici təhsilin təsiri necə olacaq və s. Məsələn, əvvəl belə deyim, fikir var idi ki, yaxşısansa get Bakı Dövlət Universitetinə gir, oxu və s. Amma indi artıq xaricdə oxumaq, top universitetlərdə oxumaq, Amerika və dünyanın bütün ölkələrində təhsil almaq, yəni real bir hədəfə çevrilib və bunu bir çox nümunə göstərmək olar, Azərbaycanlı tələbələr nümunə göstərmək olar. Sizcə bu cəmiyyətin belə dəyişimi, belə deyim, inkişafı ölkəyə necə təsir olacaq, digər gələcək nəslə necə təsir olacaq? Məncə orada sualın içində birinci sual var. Bir komponent odur ki, mən ümumilikdə məktəb və universitet modelinin köhnəlmiş olduğunu düşünürəm. Bir məsələdir. Yəni ki, indi olan məndə təəssüratı ki, sadəcə çox yaxşı universitetlər hələ ki biraz təzə qalmağı bacarırlar, amma ümumilikdə şərti deyirəm 4 ili, 6 ili universitetə ayırmaq lazımdırmı? Mən orada qərarsızam. Məsələn, Kanadanın elədiyi maraqlı bir model var ki, tələbələr 2 il oxuyurlar, sonra co-op deyə bir proqramları var. İcazə verir ki, sən gedib işləyəsən. Deyir ki, işdə 1 il işdə, iş həyatını gör. Bu qazandığın 2 ildəki biliklərin iş həyatına tətbiqini gör. Sonra qalmaq istəsən qal o şirkətdə işdə, amma qayıtmaq istəsən də gəl universitetdə davam elə. Yəni mənim fikrimə qalsa, mən düşünürəm ki, təcrübə daha vacib hala gəlir. Çünki bir çox indi olan texnologiyalar, onlar tətbiq eləmək lazımdır. Sən elə bir səhərdən axşama qədər süni intellektlə bağlı öyrən. Kodlaşdırmanı öyrən. Sən real proyekt yazmasan, real layihə eləməsən, kodlaşdırma, tətbiq, yəni bil nəzəri proqramlaşdırma deyə bir şey olmur. Nəzəri data science olmur. Sən hansısa bir şirkətin halında o data analiz eləməlisən, datadan nəsə bir nəticələr çıxartmalısan. Ona görə də bu eyni şey logistikada belədir. Eyni şey məsələn sən diplomatiya ilə bağlı 100 dənə kitab oxumaqla deyil də. Sən oxuduğun kitabların əsasında məqalə yazmaq, bir reflection deyilən bir şey eləməsən, sadəcə otur oxu. Bu dönəm məncə keçib. Çünki zaten indi məsələn fərqli süni intellekt botları hazırlayırlar fərqli sahələrdəki. Onlar zaten dərininə biləcəklər. O kitabı oxuman, o kitabdan nəticə çıxardan adama ehtiyac var. O kitabın bura tətbiqinə baxan adamlara ehtiyac var. Bir tərəfdən baxanda. Ona görə də mən düşünürəm ki, bu təhsili təcrübə ilə əlaqələndirmək çox vacibdir. Məsələn, yay dövrlərində qarşımıza yay gəlir. Yay dövrlərində dəyərləndirmək, dərsdən kənar vaxtda dəyərləndirmək. Yəni bir şəkildə o iş həyatına keçmək lazımdır. Digər tərəfdən getmək 30 il qabaq getmək çox önəmli hadisə idi. Hara getməyə çox baxılmırdı. Nə bilim 20 il qabaq universitetə İndi gələn nöqtə budur ki, məncə çox vacib detal budur ki, getmək çox mümkün hala gəlibdi. Məsələn, statistikalar var ki, təkcə Türkiyədə neçə min Azərbaycanlı tələbə var. Müxtəlif ölkələrdə minlərlə Azərbaycanlı şagird və tələbə oxuyur. Bu əladır, fürsət olur, bu əla. Amma bunu necə dəyərləndirmək çox vacibdir. Yəni siz 2 il magistr oxuyursunuzsa, tutaq ki, və ya 4 il, 3 il, 4 il bakalavr oxuyursunuzsa, ev universitet arası, yataqxana universitet arası gedib gəlmisinizsə, sizə çox illaki də bir şeylər qatacaq, amma çox bir şey qatması real deyil. Çünki top universitetlərin reklam elədikləri şeylərdən biri də tutaq ki, araşdırma fürsətləridir. Siz gedib professor tapmalısınız, onunla birlikdə onun laboratoriyasında işləməyi yoxlamalısınız, onun köməkçisi olmağı yoxlamalısınız. Bunu heç kəs gəlib sizə deməyəcək. Siz 3 ay yay dövründə təcrübə proqramı tapıb orada internship eləməyi yoxlamalısınız. Hansısa universitetin verdiyi hansısa bir idman dərnəyi varsa, gedib orada dərnəyə qoşulmağı yoxlamalısınız. Hansısa bir startap mərkəzi varsa, gedib orada startap necə qurulur, hansısa startapın hissəsi olur. Yəni bu dərsdən kənar hissəni heç kəs sizə məktəb dövründə indi məsələn müxtəlif sayda ailələr bunu təqib eləyirlər. Ay uşaq olimpiyadaya getsin, ay layihəyə getsin, ay nə bilim məqalə yazsın, ay startap olsun. Universitet dövründə elə bir gözləyirlər ki, uşaq özü eləyəcək. Amma uşaq onu eləmirsə, yenə də o fürsəti tam dəyərləndirmiş olmayacaq. Amma ümumi məzmunda sualın əvvəlinə qayıtsaq ki, ümumi məzmunda mən ümidliyəm. Mən ümidliyəm ki, ölkəmiz və dünya daha yaxşı yerə gedəcək. Yəni ki, daha çox Azərbaycanlı gəncin fərqli universitetlərdə oxuması, fərqli ölkələrdə oxuması, fərqli şirkətlərdə iş təcrübəsi qazanması, öz şirkətlərini qurması illaki də önümüzdə bir də ikinci Vətən müharibəsindən sonra qalib çıxmanın da verdiyi bir belə deyək, fürsətlərlə, o hisslərlə hər şeyin daha yəni elə bil hər şey 10 il qabaqdan fürsət olaraq daha yaxşıdırmı? Daha yaxşıdır. 30 il qabaqdan daha yaxşıdırmı? Daha yaxşıdır. 10 il sonra daha mı yaxşı olacaq? Ümidvaram ki, daha yaxşı olacaq. Amma orada elə bil o bayaqdan danışdığımız şeyləri nəzərə almaq lazımdır ki, hamıya yaxşı olması real deyil. Yəni ümumi baxsaq, yəni Belçikanın yaxşı yaşaya bilmə səbəbi odur ki, tutaq ki, Afrikanı sömürüblər.
Bu mövzu düzdür, başqa mövzudur, amma tutaq ki Fransanın yaxşı yaşaya bilmə səbəbi odur ki, tutaq ki Konqonu sömürür və ya nə bilim Belçika sömürür. Yəni indi elə bil bu tərəfə qayıtsaq, biz əgər istəyimiz olsa ki, biz daha yaxşı şərtdədir, biz gəlib sömürməyə məcbur deyilik, amma özümüzü inkişafa məcburuq. Yəni ki, bizim yaxşı yaşamağımız üçün biz daha yaxşı təhsil almalıyıq, daha yaxşı öyrənməliyik, daha yaxşı inkişaf etməliyik, daha yaxşı şirkətlərdə çalışmalıyıq, öz şirkətlərimizi daha yaxşı hala gətirməliyik. O halda ölkə olaraq da İnşallah ki, daha yaxşı hala gələrik. Xarici təhsil alan minlərlə həmin azərbaycanlılar sizcə geri qayıtmalıdırlarmı, yoxsa elə həmin yerdə qalıb yaşamırlar? Burada bir neçə məsələ var. Bir məsələ budur ki, məncə elə ixtisaslar var ki, onlar qayıtsalar belə tutaq ki, ölkəmizdə o sahələrin tətbiqi zəifdir və heç yoxdur. Ki onlar orada qalsalar, təcrübə qazansalar, inkişaf etsələr və ölkəmizə qatqı sağlasalar daha yaxşı olar. Bu bir məsələdir. İkinci məsələ odur ki, hansı sahələr ki ölkəmizdə var, onlar qayıdacaqlarsa belə mən düşünürəm ki, biraz təcrübə yığıb qayıtsalar daha yaxşı olar. Yəni fresh out, direkt məzun olan kimi qayıtmaqlarındansa mən 1-3 il arası və ya 3-5 il arası olduqları ölkədə təcrübə yığıb, dərinləşib, bir və ya bir neçə pozisiyaya görə böyük qlobal şirkətlərdə işləyib, sonra qayıtmaqlarının daha faydalı olacağını düşünürəm. Çünki yaşadıkları ölkədə olan təhsil təcrübəsini görməklə yanaşı, həm də iş təcrübəsini görüb qayıtmaqları, əgər ilakidə qayıdacaqlarsa daha yaxşı olar. Bir məsələ. Digər məsələ odur ki, qaldıqları ölkədə yerli mühitə adaptasiya olub, inteqrasiya olub, yenə də Azərbaycan üçün faydalı şeylər eləyə bilərlər. Yəni fərqli ölkələrdə olan bizim tələbələr, dostlar, mən onlarla ünsiyyətdə olanda görürəm ki, müxtəlif tədbirlərdə, müxtəlif fəaliyyətlərdə yenə də Azərbaycan üçün nələrsə edirlər. Vaxt ayırırlar, nə bilim, həftə sonları hansısa tədbirlərə gedirlər, ailəvi nələrsə qatılırlar. Yəni Azərbaycan üçün nəsə eləmək sadəcə gəlib fiziki olaraq Bakıda və ya hansısa regionda olmaqla Amerikada, Virginiyada yaşayaraq da və ya nə bilim Kanada, Torontoda yaşayaraq da Azərbaycan üçün nələrsə eləmək olar. Burada məncə məkan artıq çox da əhəmiyyətli bir hala almayıbdır. Amma ona görə də elə bir düşünürəm ki, bəzi sahələr qayıtmamalıdır. 2 düşünürəmsə qayıdırlarsa, müxtəlif sahələrə qayıdanlar bir neçə il sonra qayıtmalıdır. 3 düşünürəm ki, qayıtmamağı seçənlərdə necə dəstək ola bilərəmə baxmaları lazımdır ki, olduqları universitetə daha çox Azərbaycan gəncin girməsi, olduqları şirkətə daha çox adamı rekomendasiya eləmək və müxtəlif dövrlərdə gəlib qısa müddətli və ya uzun müddətli burada hansısa bir təhsil təcrübəsini bölüşmək, öz təcrübəsini bölüşmək, bu və digər şəkildə dəstək ola bilərlər deyə düşünürəm. Aynen, bir daha təşəkkürlər. Son olaraq siz bunu da əvvəlcədən vurğulamışdınız, onsuz daha geniş açaq deyək. Texnologiyanın, süni intellektin bu qədər inkişaf etdiyi bir dövrdə bunu təhsilə, xaricdə təhsilə necə inteqrasiya edə bilərik, necə istifadə edə bilərik? Xarici təhsilə istifadə nöqtəsində indiki sosial şəbəkələr, indiki texnoloji vəziyyət odur ki, hər universitet haqqında hər şey tapmaq olur. O universitetdə oxuyan tələbələr, o universitetdə dərs deyən müəllimlər, o universitetin qəbul komandası, yəni hansı xüsusi universitet, ölkə maraqlıdırsa onunla bağlı saysız resurs var. Google-da da var, məqalələr var, universitetin öz saytında bloqlar var, TikTokda çoxlu şeylər var, Instagramda var, YouTube'da var. Yəni hansı universitet, LinkedIn-də çoxlu o sahədə işləyən, o universitet məzunu olan adamlar var. Yəni əslində texnologiyanın inkişafı universitetləri çox daha əlçatan eləyibdir. İstənilən ölkə, istənilən təqaüd, istənilən proqram, onunla bağlı o təcrübəsi 1 il qabaq, 2 il qabaq olmuş çoxlu adam tapmaq olar, sosial şəbəkələrdən, internetdən. Buna görə bu bir çox şeyi asanlaşdırıbdır. Digər məsələ odur ki, çox məşhur bir düstur var ki, deyir ki, maşının kəşfi və ya maşının istehsalı faytonçu peşəsini ləğv elədi. O faytonçular ki, maşın sürməyi öyrəndilər, onu taksi şoförü olmağa keçdilər. Onlar ki, dirəndilər ki, yox, biz dədə-babadan faytonçuyuq, onlarda problem yaşadı. Onlar işsiz qaldılar bir müddət sonra. İndi süni intellektdə texnologiyanın inkişafı da, proqramlaşdırmanın inkişafı da məncə ona doğru gedir. Yəni orada bir sürü yeni, maşın kəşf olunan sonra nə bilim, maşın ustası, texniki, nə bilim, maşın yumaq, maşının təkəri dəyişmək, bir sürü, nə bilim, orada bir sürü fərqli sənaye çıxdı. Hansı ki faytonda yox idi. İndi eyni şey texnologiya ilə bağlı gedir. Süni intellektlə bağlı çoxlu fərqli peşələr çıxır, dron texnologiyası ilə bağlı peşələr çıxır, kompüter mühəndisliyi ilə bağlı peşələr çıxır, app texnologiyaları ilə bağlı. Burada çoxlu fərqli fürsətlər çıxır. Bir də burada amma kimsə israr eləsə ki, yox, bizdə də buradan işi filan cür görmüşük, texnologiyanı inteqrasiya eləməyəcəyik. Ən böyük zədələnən onlar görəcək. Onlar kimlər ki, adaptasiya, ümumiyyətlə belə deyirlər də ki, sizin işi əlinizdən süni intellekt almayacaq. Süni intellekti işlədə bilən adamlar alacaq sizin əlinizdən işi. Yəni ona görə qayda bu şəkildədir ki, texnologiyanı, proqramlaşdırmanı, yəni kodinq bizim əlimizdən heç nə almayacaq. Kodinqi bilən adamlar bizim əlimizdən o işlər alacaq. Yəni necə ki Uber-in halında, Bolt-un halında o kodu yazan adamlar taksi şoferlərini mərkəzləşdirdilər və ya digər adamların da taksi işləməyinə fürsət verdilər. Orada heç bir kod özlüyündə gəlib şey eləmədi. O kodu işlədə bilən entrepreneur kafalı adamlar, iş adamı kafalı adamlar gəlib o elədi. Ona görə də elə bil onun
adaptasiyasına və oradan necə faydalanmaq olar, necə istifadə etmək olar, ona baxmaq lazımdır məncə. Rüfət müəllim, çox sağ olun. Dəyərli məlumatlar verdiniz. Bir çox mövzuya toxunduq. Hər birinin incəliklərinə qədər, dərinliklərinə qədər getdik. Mən Rufun həm tələbəsi, həm də şahidi olmuşam və sizin fərqinizi ilə birbaşa yaşamışam. Bu yay həm UPenn-ə, həm də Babson yay məktəbinə qəbul almamda Ruf Akademiyasının böyük bir rolu olmuşdu. Bir daha minnətdaram. Çox sağ olun. Təşəkkürlər Tunar dəvət üçün. Xoş oldu. Ümid eləyirəm ki, bizi izləyən şagirdlərə, tələbələrə və valideynlərə də faydalı məlumatlar ötürə bildik. Çox sağ ol. Sənə də növbəti müraciətlərində bol uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkürlər. Bugün bir çox mövzulara toxunduq və bütün mövzulara aid resursları, linkləri videonun aşağı hissəsində yerləşdirəcəm. Orada keçib alıb baxa bilərsiniz. Həmçində Instagram, LinkedIn, Facebook kimi digər sosial media şəbəkələrimizdə də aktiv şəkildə paylaşımlar edirik. Ümidvaram ki, videom sizə faydalı olacaq. Bir yerdə inkişaf etmək üçün bu videonu dostlarınızla paylaşın. Sağ olun.